Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Allah'a şükür olsun ki bir daha bize hayat verdi, yaşam verdi. Biz eləyə bildik ki, gözümüzü bu günə açaq və kimliyimizə çalışaq. Görək ki, kimik, nəyik, nə istəyirik və hangi şəraitdə, hangi məkanda, hangi zamanda yaşayırıq. Və özümüzü inkişaf elətdirmək üçün, özümüzü tanışmaq üçün çabalayaq. Bunun üçün mən bugünkü kitabları açıram, görüm ki, bu günləri bizim dədələrimiz tarix boyu dil uyğarlığı ilə və yazı uyğarlıqları ilə tüm təcrübələrin, düşüncələrin, anlayışların, görüşlərin kəpsul eləyiblər, yığıblar kiçik-kiçik kitablara bizim üçün saxlayıblar. Biz fikir eləyin ki, bir bomba atom düşübdür, o nəsillər qırılıblar. Bir iddə adamlarıq ki, Həzrəti Nuhun kəsrisindən gəlmişik, indi istəyirik yaşayaq. Heç zadımız yoxdur. Qeydirik o kəpsulları yer altından tapdıq. Təsadüfən tapdıq ki, bizim dədələrimiz bunları kəpsul eləyiblər, yığıblar, bir yerdə gizlədiblər bizim üçün. Onlar haradı kitablardır. Biz indi o kitablara baxırıq və onlarla görürük ki, bizim bir düşüncəmiz varmış. Onlarla görürük ki, bizim bir düşüncəmiz varmış, bir təcrübəmiz varmış, bir anlayışımız varmış. Onun da üzərinə bir dövlət qurmuşuq, bir hakimiyyət qurmuşuq, bir sistem yaratmışuq və bir çox insanlar bizim bayrağımız altında əmniyyətdə yaşayıblar, rifahda yaşayıblar zamana görə. Hər anlamın özünün bir zaman içində mənası var. Əmniyyət danışanda bugünkü əmniyyətlə 100 il bundan, 1000 il bundan qabaqçı, 10.000 il bundan qabaqçı fərq elər. Əmniyyət anlamı. Toplumsal yaşam 1000 il bundan qabaqla 100 il bundan qabaqın fərqi var. 100 il bundan qabaq, 1000 il bundan qabaq adamları satırdılar, alırdılar. Gedirdi birini tuturdu, öldürəni öldürürdü, diri qalanı tuturdu, gətirirdi, satırdı. O zaman düşüncə o cür idi, o cür də yaşırdı bəşər. Biz indi deyə bilmərik, onlar iştibah edirdilər. Yox, onlar o tarixdə o cür yaşırdılar. 100 il bundan qabaqacan, 50 il bundan qabaqacan ya bəzi məmləkətlərdə hala insanları satırlar. Sazıman-ı Miləlin nümayəndəsi ilə bir zaman danışırdım. Mən təzə onda 2006-da gəlmişdim Kanadaya. Danışırdım. İran üzrə nümayəndəsinə ki, Kanadalı idi. Özü ilə əks imzadım da vardı şəxsinlə. Dedi ki, Sazıman-ı Miləlin istatistikasına görə bu günləri 10 milyon insan pulundan alınıblar, satılıblar, bərdə olaraq işləyirlər, yaşırlar. Və bugünkü 21, o zaman 20-ci əsrdə, indi 21-ci əsrdə yox, heç zətdə məncə dəyişməyibdi. Ya bəzi yerlərdə kiçik qızları evləndirirlər, kiçik oğlanları evləndirirlər. Bu şeydən deyil, yəni insanlar belə, nəinki düşüncələri budur, yox, mali imkanları olmur, deyir bir çörəkçim azalsın, bir çörək yiyənim azalsın. Ya yetim olur, ya falan olur, bunları hər halda başlarını bir yerə bağlayırlar, bir dişə çörək yiyələr, yekələlər. Ərə verirlər, bunlar da gedirlər kasıblıqdan, bu cürdür. Ya terror məsələsində, terror anlamı, dövlətlər, böyük, güclü dövlətlər bu eləyə bilir, o birisində deyək ki, mənim üçün gücüm səndən çoxdur, sənin ordu terrorist tanıya bilərəm. Sənin gücün məndən azdır, məni terrorist tanıya bilməzsən, tanıda da bilməzsən. Doğru da deyir, vaqiyyət budur ki, güclü tanıtdıra bilir, gücsüz tanıtdıra bilmir. Ya məsələn, bəzi torpaqlar işğal olubdur, o birisi deyir ki, sən işğaldan çıxa bilməzsən, çünki güc məndədir. O iki işğal altındadır, o da deyir, mən çıxaram, deyir, yox, sən terroristsən, sən bölücüsən, sən təzyiq tələbsən. Bu beləsi, yəni qavramlar mənfəətlərə bağlıdır, millətlərə, durumlara, vəziyyətlərə, tarixə, zamana bağlıdır, şəraitə bağlıdır. Yəni şəraitə görə qavramların biz qatışdırmamalıyıq. Amma onunla belə bizim dədələrimiz ədalət sistemi yaradıblar. Ədalətdən bir anlayışları varmış. Hətta mənim nəzərimə İslamdakı ədalət deyil bizim Həzrət Məhəmməd, mənzur İslamdan da mən bunu dəfələrcə demişəm. İslam deyəndə hangi İslam? Kimin İslamı? Hangi zamanın İslamı? Hangi şəraitin, hangi coğrafiyanın, hangi vəziyyəti, siyasi, iqtisadi, ekonomik, savad, təhsilat, dədə, nənə, ailə, mədrəsə, məktəb, dövlət sisteminin
bərayəndi türkcə deyirlər, burundadı, outputu. Bunun hansısı İslamdır? 1 milyar, 2 milyard insan vardı, 2 milyard İslam vardı. Amma o üç Quranda vardı. O ki Həzrət Məhəmməd deyibdi, bizim Həzrət Məhəmmədin biz dediklərin Quranda görürük. Quranda Həzrət Məhəmməd hər şeyi kəpsud edib qoyub ora kiçik-kiçik nümunələr. Bir ülgü, bir qəlavuz veribdi. Bu qəlavuz budur. Hər şey dəyişər. Hər şey Quranda, hər şey dəyişir Allahdan sonra, Həzrət Məhəmmədin risalətindən sonra ki, özü də Allahın bəndəsidir və qiyamətdən sonra hər şey dəyişir. Bu 3 dənədən sonra hər şey dəyişir. Və şərait-i zaman və məkan və anlayış zaman insanın anlayışına bağlıdır. Quran. Yəni məsələn mən şeyi göstərdim sizə orucluğu. İndi göylüm istir ki, bir dənə də sual şeydən soruşum, sonra gedək. Namaz ki, ərəbcə namaz deyil, səlatdır. Səlat, namaz atəşpərəstlərin ibadət sözüdür. Səlat isə İslamın sözüdür. Siz əgər bir niyyəti eləyəsiniz ki, atəşpərəstlər niyyəti ilə eləyəsiniz, İslam bu qatışdır. Yəni iki dənə ideolojini, iki dənə dini bir-biri ilə qatışdırmırsınız, ayıra bilmirsiniz. Onun üçün də düz yaşaya bilmirsiniz. Yəni qatışıq yaşayırsınız. Bu da bir məsələdir. İndi istəyirəm görək ki, İslamda olan salat hangi il və neçə rükət olaraq Resulullah tərəfindən ümmətə vacib oldu. Bunu da soruşaq, vacib oldu. Yəni bunu da istəyirdim görüm ki, əcəba namaz da elə əvvəldən var idi, yoxsa sonralar gəlibdi. Çünki oruc bildik ki 15-ci ildə təqribən 15-ci ildə təqribən oruc vacib olubdu. Çox çox gözəl bir sualdır. Bu barədə tarixçilərin və İslam alimlərinin fikirlərini qısa və aydın şəkildə sizə təqdim edirəm. Namazın vacib olması il və zaman. Namazın rəsmi və vacib şəkli məşhur fikrə görə Bi'sətin 10-cu ili ilə 12-ci ili arasında, yenə də Mədinə ilə, Məkkə ilə Mədinəyə, ya indi Məkkədə olarkən, ya da Mədinəyə köçərkən arasında, yəni hicrətdən təxminən 2-3 il qabaq, Məkkənin son illərində, Mirac gecəsində Rəsulullah tərəfindən ümmətə gətirildi. Rükətin sayı əvvəldə neçə idi? Namaz əvvəldə indiki kimi deyildi. Bunun cəlib bir tarix prosesi var. Diqqət buyurun buna. Əvvəlcə 50 neçə rükətdir. Sonra yavaş-yavaş azalır, 17-yə gelir. İlk mərhələdə 2 rükətli namazlar. Mirac gecəsində namaz vacib olanda bütün yevmiyyə namazlar, sübh, zohr, əsr, məğrib və əşa 2 rəkət idi. Yəni 10 rəkət. Burada yazılı qədər 10 rəkət. Yalnız məğrib namazı əvvəldə 3 rəkət olaraq zikr olunur. Tamam. Bir namaz fəqət 3 rəkətmiş, qalanlar ikisi. Mədinəyə hicrətdən sonra Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm Mədinəyə hicrət edəndən sonra Allah-u Teala'nın əmri ilə zöhr, əsr və işa namazlarına 2 rəkət əlavə olundu. Buna fəraizün nəbi deyərlər. Yəni Allah tərəfindən namazda deyilməyibdir. Peyğəmbər fəraizün nəbi. Peyğəmbərə ya Peyğəmbərə vacib olan, ya da ki Peyğəmbər tərəfindən vacib olan. İndi bunu da açıqlaması ola bilər. Yekun halda sübh 2 rəkət olaraq qaldı. Zöhr, əsr, işa 4 rəkət olaraq qaldı. Məğrib 3 rəkət olaraq sabit qaldı. Nüqtə. İslamın ilk illərində Miraca qədər müsəlmanlar müəyyən bir şəkildə əsasən səhər və axşam çağları 2 rəkətli namaz qılardılar. Amma bizim indi bildiyimiz 5 vaxt namaz və rükət sayıları məhz Mirac hadisəsindən sonra qurulur. Tamam, bunu da görürük ki, zamanda namazın da rükəti sayı dəyişilibdir. Əlbəttə 54 rükət imiş əvvəllərdə mən bildiyim qədər.
54 rükət imiş, çünki tez-tez qılırmışlar və araq da içib məst ola da bilirmişlər. Çünki vaxt olmurmuş ki, elə hər məsələn bir saatda bir gedirmişlər, elə bir şimdi onlara müstəhəb deyə nə ad qoyublar, müxtəlif şəkillərdə qalır vəziyyəti, nə bilim, mən indi bunların adlarını bilmirəm, sünnilərdə də zahirən onlar ciddi şəkildə qalır. Hər halda bu da bu. Onun üçün İslamda bir Allah birdir, şəriki yoxdur, doğulmayıb, doğulmayacaqdır. Peyğəmbər Allahın bəndəsi və Allahın göndərilmiş elçisidir. 3 qiyamət vardır. Bu 3 danadan sabit. Sonra heç bir şey İslamda sabit deyil. O zamanın xalqının düşüncə səviyyəsində və düşündüyü vəziyyətdə və o toplum onu razı olduğu vəziyyətdə və o toplumdan çıxmış, qaynaqlanmış, yəni Hz. Məhəmməd özündən bir şey gətirməyib əslində. O toplumda olan sözləri sistematlaşıbdır, müqəddəsləşdiribdir. Allah tərəfindən deyibdir ki, belə olur, belə də olmur. Bunların bəzisi ola bilər ki, o zamanın düşüncələrini bu günləri biz qəbul eləməyək ya eləyək. Deyək ki, elmidir ya elmi deyil. Quran da elmi bir kitab deyil hər halda. Onu da bilirik ki, elm üçün gəlməyibdir. Toplumu idarə eləmək üçün gəlibdir. Onun üçün də dəyişə bilir. İçində olar bəzi sözlər bizə düz gələr, bəzisi düz gəlməz. Əlbəttə bilirik ki, Quran özündəki bu günləri bizim əlimizdə vardı. Bir prosedən keçibdir. Yəni Həzrət Məhəmməd dediği ayələr bunun içində ola bilər olsun, ola bilər olmasın. Yəni bugünkü Quranın içində ola bilər Həzrət Məhəmməd dedikləri, buyurduqları olsun, olmasın. Çünki xəlifələrdən biri onu Quranları dedikləri, bilmirəm o zaman var idi, yox idi, amma deyirlər ki, toplayıbdır, yandırıbdır, içindən bir danasın, yəni bir dana toplayıblar, bunların içində müştərik olanları toplayıblar, müştərik olmayanları atıblar. Məsələn, ola bilər ki, bir iddələri baxıblar, xoşları gəlib qoyublar, xoşları gəlməyib qoymayıblar. Məsələn, xanımların haqqına, məsələn deyirəm, xanımların haqqına mümkün də Həzrət Məhəmməd bir ayrı bir söz demişdi, amma bunlar ki, yazırdılar ki, erkək idilər, göylər istəyib ki, Quran erkək Quran olsun məsələn. Erkək haqqı orada çox olsun, xanım haqqı məsələn az olsun. Və bu tür məsələlər. Hər halda bunlardan geçsək, bunlar bizim şeyimizdə. İstədiyəm ki, bizim atalarımız o Qur'anı, ədaləti, hökuməti, insanlığı, insan haqların o cürsü ki, Qur'anda çox xülasə gəlib, bu tür düşünməyiblər. Çox fərqli və çox geniş düşünüblər. Və biz bu günləri istəyək bir işi görək, gərək onlarla hərəkət edək. Dünənləri kitablara gələndə bir Mənzume-i Zənanname-i Fazil deyə kitabı açdıq ki, mən onun adını da biraz dəyişdirim. O gördük ki, Zənanname-i Fazil deyil, Fazil yazanın adıdır, Zənannamə də onun adıdır. Xanımların haqqında yazılıbdır. Müxtəlif millətlərdə xanımların vəziyyətin açıbdır və təəssüflə hamısına da çox tohin, təhqir eləyibdir hər millətə. Məsələn, ruslara, nə bilim, çoxlu, hər millətdə xanımları çox təhqir edici baxıbdır. İkinci kitab çoxduq, Hikmət-i Fəzail deyə, ki, bu da Hikmət-i Nisab olacaqdır kitabda. Mən bunu da yenə danışım. Burada yazıb 4 kitab deyil, əslində 3 kitabdır. Hikmət-i Nisab 3 kitabdan ibarət idi ki, onu da yazdıq. Hangi tarixdə yazılıbdır? Biri 1232-də yazılıbdır, ikisi içərisində, biri də 1136-da yazılıb ki, məncə bu 3 dana kitabı bir adam yaza bilməz. Çünki 100 il ixtilafla bir kitabı birin 1232-də yaza, birini də 1137-də yaza, bu imkansızdır. Onun üçün ehtimalən o tarixlərdə o adam ki, bunu nüsxəçi bunu yazanda yanlış elə bilər yazsın. Vəli kitabın əvvəlində bu adamın öz adı vardı ki, Allah rəhmət eləsin, İsmail Haqqi, mərhum İsmail Haqqi Bursəvi, bu günləri Burus deyirlər, Burus. Orada olur. Kitabların adı Lubbul Lubab, Sirrul Sirr. Bu birinci kitabdır. İkincisi Əl-Fəzli Vəl-Nəval. Üçüncüsü də Risali Tühfe-i İsmailiyyə adında idi. Bunların
İndi bu günləri Gülüstan, Şərhi Gülüstanı açaq və gedək bir ayrı kitab da açaq, görək ki, burada hansısını tapa biləcəyik. Turuq və Əhval Uləma. Bu da bir ayrı kitab. Bu iki kitabı açaq, bunlardan bir baxaq, görək ki, bu gün nə görək. Şərhi Gülüstan, bilirsiniz Gülüstan fars dilində yazılmış Sədi adında bir adamın kitabıdır ki, bu Sədinin dili fars deyil. Ana dili fars deyil. Necə ki, Hafizin ana dili fars deyil. Və cəlib budur ki, Hafizdir, Sədidir, bunların yazıları, özəlliklə Hafizin dili bugünkü Tehran dilinə çox yaxındır ki, Tehran dilin həm mən danışqahda dərs oxuyarkən, yəni 30 neçə il bundan öncə, 35 il təqribən bundan öncə danışqahda dərs oxuyarkən bizim ustadlarımız da bizə deyirdilər, həm də ki, indi görürük siyasilər, dil sahibləri də dil İranda fars dillilər deyirlər ki, bu fars ki, Tehranda danışır, bu Qacari farsdır. Qacar farsıdır, yoxsa şey deyil. Yəni Qacar dövründə bu türkü farsıdan qatılmış bir ləhcədir, düzəlibdi fars üçün. Bu da indi feilən çox yayğın bir nəzəriyyədir Tehran ləhcəsi haqqında farsların içində. Və çox da düşmənçilik eləyirlər türklərlə. Yəni bu nəzəriyyəni deyən Qazarların təhdiri üçün bunu işlədirlər. Deyirlər ki, əsil fars belə olmamalıdır, amma bunlar yenə də aynı halda deyirlər ki, Hafizin, Sədinin ana dili də farsca deyil. Onlar başqa bir dildə danışırdılar. Mənim də onun haqqında düşüncələrim ayrı proqramlarda demişəm. Amma gələk kitabın özünə, bu Gülüstan Sədinin şeir kitabıdır əslində. Bir dənə Bustanı var, bir dənə Gülüstanı vardı. Gülüstan çox şeir idi, kiçik-kiçik şeirlərdir. Bəli, Bustan nəsr və seyridir. İndi farslar qədim bunu oxudurdular. Məsələn, bizim kəndə bir Mirza Reza Kuçəkxan ki deyirlər, o Cəngəli, Cumhuri Sosialisti Gilanın lideri, o şikəst yeyəndən sonra onun adamlarından biri qaçır gəlir bizim kəndə, Qaradağda bizim kəndə və bizim kənddə çünki adamda orada həm savadı var imiş, həm də o Reza orada bir şeymiş də, yəni ordu əhliymiş. Burada bizim atalarımızı, özəlliklə mənim atam da onun yanında dərs oxuyubdu. Çətdə deyir ki, mən hər həftə, bir həftə qalacağam, mənim yemağımı, içməyimi verəcəksiniz, su qızışdıracaqsınız, mən qusl eləyəm. Bu şərtinə bizim kəndimizdə qalır və bizim kənddə tamam oğlanları və bir yaşacan erkəklə kişiləri savadlandırır. Və bu bizim kənddə fars dilinin bünövrəsini qoyur. Çünki bu adam türkü bilmirdi. Gülüstanı orada bizim dədələrimizə dərs deyibdi. Və çox ordu səbki disiplini var imiş, əskəri disiplini varmış. Bu əskəri disiplinlə də çox vurarmış uşaqları, çox döyərmiş, nəzmi inzibatına çox diqqət elərmiş, əl yazına çox diqqət elərmiş. Mənim dədəm də aynı sistemi bizlərin üstündə, şagirdlərin üstündə icra elərdi. Yəni o xuşunəti var idi. Elə dərs verəndə ondan almışdı. Allah rəhmət eləsin hər ikisinə. Deyirdilər bəlkə yaxşı yoldur, o yol düz yoldur, amma mənim nəzərimcə çox pis yol idi. Hər halda mənim dedəm məsələn çox yaxşı əl yazısı var idi. Farsını da türkü ləhcə ilə oxuyardı, əncur məsələn deyərdi. Özdə sonralar da cavanlığından da getmiş Tehranda işləmişdi, nəqqaşlıq elərdi, saxtaman nəqqaşlıq elərdi, boya yəni işində olmuşdu. Amma elə ömrünün axırıncında türkü ləhcəsi var idi. Mən tanıdığım adamlar ki, tanırım, yaşları böyükdür, hamısının türkü ləhcəsi var idi. Yəni bunu da deyim. Gedək görək bu kitab hər halda bu Gülüstan, Şərhi Gülüstan, o türkcə bu nə olubdu, hansı ildə bu şərh yazılıbdı, nə cür yazılıbdı. Kitabın cildinin əksini görürük. Kitaba çoxlu su giribdi və buradan bəlli olur ki, 2-3 dəfə bu kitaba su giribdi. Quruluğundan, o suyun rəddlərindən bir-birinin üstündə rədd olduğundan bilirik ki, burada şey olubdu. Kitabın cildi bəllidir, bu gön var imiş, gönü gedibdi, gönün üstündə nəqqaşlıq var imiş, bəlkə o gedibdi. Səfələr açırıq, elə birinci səfənin arxasında görürük ki, yazılar başlanıbdı. Qiymət 150 imiş. Nə mənə imiş? Mən bilmirəm. Bu hansı şeymiş? Çox cəlibdir. O zaman
İndi bunu baxarıq görürük hangi tarixdə bu kitab yazılıbdır. O zaman 150. O əlbəttə onun tarixini tapsaq bilirik ki, o zaman o pul çox gözəldir bu. O pul adı nə idi, gücü nə idi? Onu tapa bilirik. Ki indi onu bu gündən çevirsək nə almaq olar, nə güclə olar və nə qədər pul bahı imiş ya 300 imiş. Sonra da burada möhürləri görürük ki, bir adam bu kitabı vəqf eləyibdir. Burada qoyubdur. Aşağıda da onun möhrün daha çox şey yazıbdır. Sonra kitabı Bismillahirrahmanirrahim və bihi nəstəim Şərh-i Dibaçı Gülistan Şeyx Sədi min təlifat Lami Çələbi Əl-Mərhum Busrəvi. Görürsünüz ki, bunda bir nəfər mərhum Çələbi Busrəvi adında bir adam bu şərhi türkcəyə yazıbdır. Görürük ki, çox gözəl bir xətti ilə yazıbdır. Niyə ki, mən xətti oxuya bilirəm. Bundan belə ki, türk savadım yoxdur. Bunu oxuya bilərəm. Sətirlər bir-birinə yaxın olmağına çox da yaxın deyil, ayrıdırlar. Kəlmələr bir-birinin qarnına yaxındır, amma çox da bir-birinin qarnına keçməyibdir. Xətt əlifbanın bir-birinə dolaşdırıb, bir-birinə yapışdırıb bunlardan bir kəlmə yazmaq məncə çox sadə görünür. Bəzi kəlmələr qırmızı yazılıbdır. Bəzi hər cümlənin sonunda ya virgülün yerinə bir nöqtə, virgülün yerinə nöqtə, nöqtənin yerinə nöqtə qoyulubdur və beləliklə davam edibdir kitab. Kitabın haşiyəsində bir yazılar burada görürük. Kitabın içində buracan ya mən su görmürəm. Bəlkə də olubdur, mən görmürəm, amma hər halda bir dana çox sadə bir kadrı var, yəni kadrı deməyək, bir çərçivə çiziblər, bir xəttinə, qırmızı xəttinə çərçivə çiziblər. Bismillahın bir ayrı çərçivəsi var, o dediyimiz Şərh-i Gülistan onun bir ayrı, mətnin də bir ayrı çərçivəsi var və dediyim kimi bəzi qıraqlarda yazılar yazılıbdır. Kitabın ortası görünür, biraz problemlidir, yəni o Şirazə biraz problemli görsənir. Orada burada da möhür görürük ki, çarxıblar bu kitabın. Kitab 116 səhifədir, amma PDF-də 58 səhifə görsənir. Çünki PDF-də kitabdan 2 səhifəni bir səhifə olaraq PDF-ə əks salıblar, qoyublar. Hər neçə səhifədən bir dana möhür görürük. Eyni halda burada Tarix-i Gülistan-ı Bustan deyə tarix yazıbdır ki, yəni Gülistanın tarixi hangi tarixdəymiş, Bustanın tarixi hangi tarixdəymiş, bunları yazıbdır. Bəzi kəlmələrini görürük üstündə, başı üstündə qırmızı xətt çəkibdir ki, yəni çox önəmlidir. Əgər eləyə bilsək o Gülistan, Bustanın da tarixinə bir baxarıq, görürük ki, nə var, nə yox. Məncə çox gözəl kitabdır. Yəni burada da şeirlərdir. Onu istəyirəm deyəm ki, yəni bizim dədələrimiz əgər farsı bilirlər, bunu zorla gətiriblər, bir də yoxsuzluqdan gətiriblər. Yəni məsələn bir türkcə bir ustad olmadığı üçün bizim kənddə məcbur olublar ki, məsələn bir dənə farsı adam gəlibdi. Orada sığıncaq kimi qalıqdığı üçün də bir işlər görübdür. Kitabın sonuna gəldik. Bura kitabın son səhifələridir. Burada da bir şey buna yoxdur. Mən in az nədarəm, mən in an nədarəm sərməst cam eşkəm, mütrib bezən nəvayi, saqi bedə piyalə, mütrib nəmənə bezən, o cürsü bir şeydir. Və bunlar da şeydir, sonra kitabın özünə rəbti yoxdur bunları, bu kitabla ilgisi yoxdur. Bu kitabı alanlar, kitabın sahibləri, bunları sonralar üstə özləri yazıblar. Əlbəttə, zahirən kitabın sonu da bu səhifədir. Yəni, bu səhifə ki, burada görürük, sol səhifə. Sahibi katibi Əhmədi Güyuxvi Cixəbi şayət də, məsələn, belə ola. Güyuxəvi, elə ehtimalən belə olacaqdır. Hər halda bu katib Əhmədi adamda bir adam bu kitabı alıbdır, sahibidir. İndi baxarıq görürük bu kitabda bir tarixi var ya yox, buna bir nəzər salaq. Qeydaq kitabın əvvəlinə, görürük ki, burada nə yazıbdır.
Kitabın əvvəlində yenə də bilmirəm bu xətt ilə bir gələcək yoxsa gəlməyəcəkdir. Yox, fərqlidir. Bu xətt bu cür yazılıbdır. Bu şeirlər fərqli xətt ilə yazıldığı üçün, əl yazmaları fərqli olduğu üçün bu kitab yenə də bu əvvəldə yazanlar kitabın içinə ilgisi yoxdur. Bunu kitabda alanlar, kitab sahibləri bunu yazıblar burada. İndi biz bunu açaq görək ki, burada nə oxuruq. Birinci səhifədə mətlə-i qərra, lütf sultan ازل رابط عزت ماست و عطف و دامان ابد ثابته عصمت ماست. هزار سال پیاده طواف کعبه کند قبول حق نشود گر دلی بیازاری. Bu da bir ayrı. همه خوبان جهان آینه طلعت او زین بود اهل دلان را هوس صحبت او. Ya da Ronaq yazıbdır. Şayət də Ronaq adlı şairdən bunu yazıbdır. Görürsünüz ki, bunların hərəsi bir tiki olduğu, bir şairdən olduğu üçün yazıb. Məsələn, hətta ki, deyir ki, hər bərci gülşəni gögül əhlinə ruzigar ayinə qıldı kim görə əks cəmali yar. Bu da bir şeirdir, bir ayrı adamdandır. İndi bunun hangisi Ronaqdəndir, hangisi ayrısındandır bilmirəm. Lərduşən در حق ناظر خلیل چلبی. Bu da nəmənəyə Nazir Hakkı Çələbi haqqında ey mülk sirət o ey mələk sirət o ey mələk sirət o isidəm o samnam xəlil همنام خلیل رای تدبیر که مدیر ده خضر یا حاضر اولا. ای ملک سیرت و ایسیدم و همنام خلیل رأی و تدبیر که مدیر ده حضر حاضر ola. Sadr dövlətdə edib zat-ı şərifin daim səqliyə xofu xətərdən səni haqqı nazir ola. Bu da bir şeirdir, ehtimalən Xəlil Çələbi yazıbdır. Bunları dedim, taza hər kəs, yəni bu kitabı alan götürübdür. Buracan əlbəttə bir xətt idi. Buradan aşağı bir ayrı xəttinə xəlq-i aləm bildilər eşqünlə nalan olduğum. Heç sən yad etmədin bir kərrə heyran olduğum. İnciyüb əhd eyləmişdün. İncinüb əhd eyləmişdün bana düşnam etməgə. Gərçə incidin kimi lütf edib söylə qurban olduğum. Gerçək incidinmi lütf edib, lütf et söylə qurban olduğum. Məsələn, bu da təmmət, bu da bir ayrı xəttinə yazılıbdır. Yəni, buranı 2 nəfər yazır. Amma gedək kitabın o biraz məlumat verən qismətinə. Qiymət 150. Fi bəyani tərifat-ı ulum. Elmin təriflərində bəhs edir. İlm-ü sərf, ilmün yəbhəsu fihi ən əhvalül kəlmə min heysul ilal və idğam və sair təsərrüf. Əvvəl elmi təsrif, sərf nə deməkdir? Onu tərif edir ərəbcə. İkincisi elmi nəhv. Əlbəttə mən bunu anladım. Yəni kamilən bilirəm ki, nə deyir. Amma istəmirəm geçəm bura, çünki mövzumuz bu deyil. İlmün nəhv, ilmün yəbhəsu fihi ən əhvalül kəlmə min heysul i'rab vəl binai vəl insiraf və ədəmihi. Əl-ilmül məntiq nədir? Bunlar elmi bilirmiş, bunlardan sonra elm bilmirmiş. İlmül məntiq alətun qanuniyyətun qanuni deyib özü də. Qanuni bilmirəm, bunu nə qanun sözün burada nə anlamda işlədibdir? Yəni bir sistematik. İlmül məntiq alətun qanuniyyətun təəssəmu muraiha. Muraiha əz-zehnə ənil xətai fi fikri ilmil kəlam. Elmi kəlamda fikri xətadan saxlar. Bir çarçivədir. Qanun burada çarçivə deyir. Möhürləri baxlayaq, görək ki, əcəba bu möhrü oxuya bilirik. 2 möhr elə aynı möhürdür. Yəni, fərqli möhür deyirlər. Aynı möhürdür. Deyir ki, vəqəfə hazəl kitab əs-seyyid Abdülqadir əş-şəhiri bi əmir xacə üsküdari bi cami-i validə sultan ətiq fi üsküdar rıza Allahu Teala enil akilla. Nə mənə burada 2 kəlməsini oxuya bilirsən. Hər halda bunu bu möhrlə biz tanışıq. Qabaqcanda bu möhrü görmüşük ki, bu
Əmir Xacı Üsküdari bu möhür əlbəttə bundan neçə cürə möhür görmüş. Bu ikinci möhürdür ki, bu adamdan görürük. Orada adın daxil kamil yazıb, burada şeydir. Amma aşağıda bu şeyin kamil yazıb. Yəni o möhürü basıb ora, amma möhürdən əlavə burada bu həqiri və fəqiri pur təqsir əs-Seyyid Əl-Hacı Əbdülqadir Əl-Məruf bi Əmir Xacı Kəmankişi Əl-Üsküdari bu kitab-ı müstətabi mülkümdən, malımdan, mülkümdən ixrac edib Üsküdaridə vaqe validə cami-i şərifinə şül şərt ilə vəqf eylədim ki, tələbi ulumidən hər kim iqtiza edər isə rəhn qoya, yaxud kəfil mili eyliyə. Kəfil meyli ya milli eyliyə, bilmirəm burada nə oxunacaqdır. Verib, ehtimalən mali sözü, kəfili milli eyliyə verilib, verilib ta hacəti tamam olunca hifz edib nişan üçün kağızın bükməyə, kitabın kağızını bükməyə, cildin sökməyə, cildin də cırmaya və uşaq əlinə verməyə, oynatmaq verməyə ki, uşaqlar oynadarlar, xərablayarlar. Əgər iş bu şərtlərdən birin xilafi zuhur edərsə, əgər bu şərtlərdən ki, dedi, uşaq əlinə verməyə, cildin sökməyə, bükməyə filan, əgər bunlardan biri xilaf olursa, yəni bunun tərsinə edərsə, təzmin oluna, onun malı, pulun payı alına. Fəmən bəddələhu bədə ma səməəhu fəinnəma isməhu ələl-ləzinə yubəddilu. Ayədən bir ayəd ya hədisdir gətirir ki, hər kəs dedi bu şey dəyişdirə, eşidəndən sonra bunu dəyişdirə, onun günahı öz boynunadır. Nəzmi Kərimi fəhvasincə, bu Nəzmi Kərim deyib, bu şeirdir, əslində şey deyil, bir yazıdır. Bunun fəhvasincə olmaya. Sətir, kitabın sətirləri 23 sətirdir, ədədi yapraq yazıbdır. Yapraq ədədi 54-dür. Yəni 108 səhifədən ibarət bir kitab görürük. Niyə indi burada PDF-in başında yazıbdır ki, PDF-də yazıb 58, çünki cildi də hesab olur. Kitab deyəndə onun cildi də kitabdır. Cildin içi də kitabdır. Ağ səhifələri də kitabdır. Onlar da kitab hesab olurlar. Gedək o birisi səhifəyə. Kitab burada qutardı. Fəqət o 150 inşallah tapsaq ki, kimin dövründə yazılıb, hangi şahın dövründə yazılıbdır, onu tapa bilirik ki, nədir? Bismillahirrahmanirrahim və bihi nəstəin şərh-i dibaçi Gülüstan-ı Şeyx Sədi min təlifat-ı lami'i Çələbi əl-mərhum Bursəvi. Bursalı Çələbinin işıqlı yazılarından Dibaçi Gülüstan-ı Şeyx Sədidir. Dibaçi yəni müqəddəmə, bir müqəddəmə yazıbdır. Ya mən təala ənşəəl xəlayiq cənab-ı Qudsun ya da la əhza səna'un əleyke kəma əsnəytə əla nəfsik Allahümmə keyfə əşkuru ətəmmə şükrə məvahibə nəəmaikə və şükrə ni'mətən min cümlətil alaikə. Burada əvvəldə bir ərəbi Allahına şey elədi, minnətdarlığını yerinə gətirdi. Beyt. Eyləsəm hər nemətin şükrün ava, neməti şükrün sənasın kim ada? Əda, bu əda, indi diqqət eləsəz v kimi yazıbdır, vav kimi. Amma bu dalmış. Mən indi gördüm ki, ikinci şeirdə olmaz bu. Eyləsəm hər nemətin şükrün əda, neməti şükrün sənasın kim edə? Rübai. Hər qıl bədnəmədə bir olsa, bir dil olsa, hər qıl tük, hər qıl bədənimdə bir dil olsa, hər saat ömrüm 100 yıl olsa, hər saat ömrüm 100 ilə çevrilsə, bir nemətinin sənası denməz. Bir nemətin şükrün yerinə gətirəm. Denməz, yəni deyə bilməz. Hər qıl bədənimdə, hər
tük başımızın tükü, bədənimizdəki qıllar. Deyir bu qılların hamısı bədənimdə bir dil olsa, hərəsi bir dil olsa, ömrümün hər saati 100 il olsa, bir nemətin sənası dənməz. Yazsam neçə bin risail olsa, yazsam da deyir olmaz. Neçə min risalədə olsa. Nəsr. Buradan bir beyt yazdı, bir rubai yazdı və indi nəsrə geçir. Pəs ol zیور سنا ki layiq həzrət haqq və pirayi cemal mütləq mütləqdir. Yenə bunu v oxurdum. Burada bəllidir ki, bu adam hamısının v'ları d kimi yazır. D-ları və vav kimi yazır. Cemal mütləqdir. Yenə məşşati qudrəti. Məşşatə o adam ki, bir ayrı adamın qaş gözün bəzir. Üzün bəzir. Ona məşşatə deyirlər. Məşşati qudrəti əli ilə arayiş olan zülf xali müxəddirat ibdai kün fəyəkündür. Allah'ı deyir ki, Allah məşşati ibdaati kün fəyəkündür. Və no ərusi hikməti yüzündən sitayiş qılınan əhval-i cahan bu qələmundur. Əfza əhval-i cahani bu qələmundur. ربایی از دست و زبان ما چه آید تا شکر خدای را بشاید گر خویش کند سزد ثنایش از bende همین fena بیاید. Nəsr yenə. Orada rubai qutardı. Bu fikir Moş Sədidən idi. Ehtimal verirəm. Nəsr ol yerdə ki bişər və qafilə. O yerdə ki bişə və qafilə qafili salar ənbiya gir و çeydə yəni etiraf و üzr و izhar عجز ده qafili salar ənbiya girikidə nə deməkdir? Bunu bilmirəm. Geyro kidə nə deməkdir? Ehtimalən bir kəlmə bir türkü olacaqdır. Bunu yazaram, soruşaram. Qafili salar ənbiya girikidə yəni etiraf, üzr, izhar, əcz edə. Giro keyd olacaqdır. Ənbiya giro keydə yəni etiraf, üzr, əcz edə hər واپسمانده‌ای بی سر و پایه نه مجال قدم سخن پروری و نه طاقت عزم عز سناگüstəri olar. Yenə rubai. Eyni Sədinin formunda gedir beləsi. Əczi şükr haqq məqam müstəfast. دعوی شرکت در او ما را خطاست. گفته آن شه چنی و ور خورد ماست در خورد ماست. گفته آن شه چنی در خور ماست. عاجزی زان عجز گر باشد رواست. نصر صلی الله علیه و سلم و علی آله و اصحابه السابقین فی مزامر الهدایه و المشردین الارباب الغوایه. اما بعد bir süp için əbvab-ı səadət məftuh və əbvab-ı qəsavət mətruh idi və cam-ı subuh-i fəyyaz futuh və cəb-i cümû-i mingad-ı sultan fars ruh olmuşidi və səmat-ı inbisat məbsut və neşat-ı irtibat mərbut düşmüşidi və dil bu beyt ilə cüyan و can bu surud ilə sarayan oldu ya surayan oldu. Sarayan soran, sormaq sözündən ehtimalən gəlir. Sarayan sormaq ehtimalən buradan gəlir. Yəni surudən sözü sormaqdan gəlir. Bir ehtimali ziyad. Çox ehtimalla mümkündür ki surud ilə səryan idi. Beyt. هر کس که دل تو را داد او را غم جهان نیست. هر کس که دل تو را داد او را غم جهان نیست.
حقا جهان چه باشد سودای قید جان نیست نصر. ناگاه üfüqi hatifdən bir bərqi xatif dirəxşan və tətiqi xatirdən bir səhabi qatir dürrəfşan olub. Can qulağına bir avaz tərəbsaz və bir sərağaz qəmpervaz erişdi ki, ey muqim məqam huzur və ey məhrəm sərayı surur, ey mü'təkif hərim kəbəyi dil və ey müktənifi xərabat abucil. Məsnəvi bilirik ki, bir dastan əslində, şeir kimi bir dastan. ای مرد سخن فسان پرداز وی مرغ حرم همای پرواز اقلیم سخنده دگنونسن اقنین سخنده دگنسن افسانه دمنده پرفسونسن İqlim suxəndə zufununsun. Nuxtəsini qoymayıbdı. Ayrı bir şey oxuya bilmirəm. İqlim suxəndə zufununsun. Əfsanə dəmində purfusunsun. Məni yüzünün götür niqabın aç hikmət-ü mərifət kitabın yox ləcciyi ehtimalə həmən yax yandır. Yox ləcciyi feyzi haqda imsaç. Yox, burada yox deyilə. Yox mənasındadır. Yox lücciyi feyzi haqda imsaç. Nadir dürəgər ki cövhəri paç. Nəsr. Əgər qədrül mər'i fi teyyi lisaneh. Bu calibdir. Çox ərəbcə bir sözdür. Əgər qədri əl-mər'u fi teyyi lisaneh. İnsan dilinin hərəkətinə bağlıdır. İnsan dediğin dilinin hərəkətinə. Tey, yəni ağzında nə qədər tərpəşir, yol gedir. Qədrül mər'i, insanın qədri, qiyməti fi teyyi lisaneh, ağzının, dilinin hərəkətinə bağlıdır. La fi təlisaneh. Təlisan nə deməkdir? Bunu bilmirəm. Bunu yazaq, soruşaq. Görək ki, təlisan. Təlisan ya da tilsan. Görək burada mən bunu qələt yazdım ehtimalən. Təlisanı nə cür yazmışdı? Bəli, tilsan. Tilsan görək nədir? Deyir ki, kökü bir kəlmədir və tarix boyu həm geyim, həm də coğrafiya baxımından özəl önəmə sahib olub. Bu kəlmənin iki əsas mənası var. Geyim kimi, rəda ya şal. Pəs insanın qiyməti dilindədir, geyimində deyil. Budur mənası. Bu tarih etdi. Şal yazıb ki, tilisan qədim və vaxtlarda çiyinlərin üstünə salınan 4 bucaqlı və ya dairəvi şəkildə olan bir növ rəda ya baş örtüsüdür. Kimlər ciyərdir? Bu geyim daha çox alimlər, qazilər və böyük şəxsiyyətlər tərəfindən viqar nişanəsi kimi istifadə olunardı. Şəkil ümumiyyətlə tikişsiz olardı və başın üstündən çiyinlərə qədər uzanardı. İslami rivayətlərdə, bəzi hədislərdə və tarix kitablarında Rəsulullah və səhabələr də tilisan geyinməkləri nəql olunubdur. Tamam. Coğrafi məntəqə Təbəristan ətrafında, tarixi coğrafiyada tilisman da yazılıbdır. Taylasan da yazılıbdır. İranın quzeyində Xəzər dənizinin cünubi-qərbi sahillərində təxminən indiki Gilan və Taliş məntəqəsinin bəzi hissələri yerləşən bir bölgənin adı idi. Tamam, bu deyil. Bu o kəlmə ki biz istirik, o deyil.
لا فی تلیسان، پس قدر المرء فی طی لسانه لا فی تلیسانه، که 100 yıl xamuş olmaqdan bir güftar nəğz və 1000 yıl fariq oturmaqdan bir kirdar purməğzdir. Kirdar düşüncə anlamındadır. Və həmdülillah ki var hər növ qüvvət, nə üçün feilə gəlməz ol mürüvvət. Nəsr. Çün dil bu bu simai purxuruşi cüş etdi, səfadən səmaya girib cüş etdi və yəqin bildi ki bu xitabi müstətabün əhkami və bu işarəti purbəşarətin qəbuli ba ehtirami vacibül imtisal vəl iltizam ki kəlamül mülüki mülükül kəlam. Kim bu şah deyib bunu? Kəlamül mülüki mülükül kəlam. Şahların kəlamı sözlərin kəlamıdır. Bu deməkdir. Kəlamül mülüki mülükül kəlam. Dur. Amma çün bəzaəti icabət, müncabət. Mən beləsi oxuyuram, ola bilər mücabəti nə ola? Mən müncabətinə və dövrün nikbatinə və mehri sipehrün zəvalinə və iqbal qəlbinin məalətinə və cahan dövlətinin qayətinə və işrət gülzarının nəhayətinə nəzər qıldı, xəcalət yükünü yüzünə tutub məzərət ətəkini təşəbbüs edib. Çox gözəl, ətək sözü. İndi damən deyə işlədirik, amma ətək. Ətəkini təşəbbüs edib, ol cənabi məkrəmət məabə və ol xitabi izzət cənabə, bu rəsmə üzr cavab eylədi. Nə dedi? Məsnəvi. Ey vaqif-i sirri afəriniş, vey cam-ı cəhənnümay biniş, ey hükm tu ra nifad lazım, vey əmr tu inqiyad lazım. Nəsr. Hər bəyanın sihri, əgər belə bunları yazmasaydı beyt, məsnəvi, nəsr, biz bunların fərqini burada bilməzdik. Çünki nəsr ilə, məsnəvi ilə beytin bir-biri ilə yazı formətində fərqi yoxdur. Aynı görünür burada. Hər bəyanın sihri mütləq və hər kəlamın sirri muğləq, muğləq yəni çox qarma-qarışıq. Hər fərmanın eyni haqq və hər məramın icabətinə mülhəqdir. Cənabın gibi himmətün əla və xətabın kimi nəzərün istihadır. Və hər suvəri purzivər ki çehri ayinimdə görərsən, ayinəmdir əlbəttə, ayinəm, mənim aynam. Və hər suvəri purzivər ki çehri ayinəmdə görərsən, həman ol cəmal pul ənvarın əksi qələbatindəndir. Qələbatından yəni qələbəsindən. Və həm dürəri qurəri ki, həm dürəri qurəri ki, hücre-i xəzinəmdə bulursan, tamam ol bəhri zəxxarın feyzi rəşəhətündəndir. Netə ki buyurmuşlardır, nə demişlər? Beyt. Bad təkəbbür əgər dərdi sər است, bad təkəbbür əgər dərdi sər است، هم زوم توست که بر من دمید، هم زدم توست. Başuram badım. Hem zoom ne demektir burada? Hem zoom tost. Zoom Türkçe'de mənası var. Farsçada mənası yoxdur. Amma görün bu nə ola bilər? Yəni soruşaq görək ki, bu Google
bunu nə yazır? Zum əski fars ədəbiyyatında nə anlamda imiş? Əski fars ədəbiyyatında və köhnə mətnlərdə züm əlbəttə kəlməsinin çox maraqlı və özəl bir mənası var. Bu kəlmə ümumi kəlmələrdən biri deyil və daha çox ədəbi və köhnə qaynaqlarda bu mənalarda işlənir. Soyuq və şühün, sərmayi səxt. Bu kəlmənin ən əski və köklü mənası şühun, şəxtə və həddən artıq soyuqluq deyə bilinir. Bizim türkçədə bu anlamda işlənir. Hətta züm deyirik. Yağış deyək ki, yağır, donur, aslanır, divardan, səxtidən, damdan aslanan ya gül çiçəyin üstündə donur. Ona züm deyirik. Türkçə züm. Burada da onu işlədibdir. Böyük və qədamət mənasında deyir gəlibdir. Böyük və şükuh. Bəzi ədəbi və üsturi mətnlərdə üstürə mətnlərdə züm kəlməsi bir növ əzəmət, böyüklük və köklü olmaq mənasıdır. Tamam, bunu da oxuduq. Züm və zöm qış ilə bağlı. Dedik ki, biz də qışda bunu işlədik. Əlbəttə bu yazda da ola bilər. Yəni məsələn gecə səhər tezdən yuxudan dururuq, saat 4-də, 5-də, 6-da gedirik bağçaya, görürük ki, gecə bir şəbnəm oturub, bir su oturubdu şeyin üstündə. Nə deyək buna? Duman gəlir, oturur, duman oturur. Sonra o donur o güllün, yarpağın üstündə. Yazda da, yayda da bunu görə bilirik. Adına züm deyirik onu. Ki, burada da onu işlədibdir. Tamam, buradan da geçək kitabımıza qeydək. İndi tapbaq. Ey vaqif sirri afəriniş vey cam cəhənnəmaya biniş. Buranı oxumuşduq. Hər halda oxusaq da gene buradan oxuyaq keçsin. Ey vaqif sirri afəriniş vey can cəhənnəmaya biniş. Ey hükm تو را انقاد لازم وی امر تو انقیاد لازم نصر. Hər bəyanın sehri mütləq və hər kəlamın sirri muğləq, hər fərmanın eyni haqq və hər məramın icabətə mülhəqdir. Cənabın kimi himmətün əla və xitabın kimi nəzərün istihadır. Və hər süvəri purzivər ki çehri ayinəmdə görürsən, həman ol cəmal pul ənvarın əksi qələbatındəndir. Və həm dürər-ü qürəri ki hücre-i xəzinəmdə bulursən, tamam ol bəhr-i zıxxarın feyzi rəşəhatındəndir. Netə ki buyurmuşlar beyt. Netə ki buyurmuşlardır beyt. Bad təkəbbür əgər درد سر است اگر درد سر است هم زوم توست که بر من دمید هم زوم توست که بر من دمید. Burada züm hangi mənada olur? Sənin böyüklüğündür ki mənim üstümə düşübdür ya mənim üstümə püfləmisən. Dəmid püf nəfəsi içəridən eşiyə verməyə deyir. Nəsr. پس bu əmrə bezaət vafir və fərağət xatir və sərmayi bələğət və təbiyi lətafət və cəmal fikr و xiyal bikr gərəkdir ta ərus məni ərz cəmal و غنج دلال edəcək o kisvəti əyyar ilə arastə və hülliyeyi istiarat ilə pirastə olub mənzuri zürəfai dوران və məqbul əhl-i irfan ola çünki bülünər məfqududur. Çünki bülünər məfqududur
راهی مقصد مسدودdur لاجرم bu xidmətə ibram və bu işarətə iqdam qərib bəlkə qərib qərib özgə tanınmayan bir şey, qərib yaxın, qərib bəlkə qərib fəhm olunur, lakin çün inayət məşriqdən hidayət aftabi bu xaksar üstünə tale ola, ancaq bu qübar bi miqdar və dəgül hər zərrə rəqs künan xurşid cahan ki billame ola. Məsnəvi. Diqqət buyurun, Məsnəvi ilə buracan oxuduğumuzun fərqi görün nədədir? Olursam eyni onun birlə mənzur, dedim xurşid vəş aləmlərə nur, edərsən zərrəcə fəzlündən ihsan, oləm bir qəddə ikən bəhri ümman, dəriq olmazsa iksiri nəzərdən, geçə xakim qubari qədri zərdən, verərsən gər şərəf mehrün yüzündən, qəmər nur aləti bəxtim edər eylə düzündən beləsi oxunacaqdır. Verərsən gər şərəf mehrün yüzündən, qəmər nur aləti bəxtim üldüzündən, ulduz sözü, ildüzündən ulduz. Qəmər nur alə bəxtim ildüzündən, olursa bağı dil lütfünlə sirab, oləm gülzar cənnət kimi şadab. Nəsr. Pəs qur'əzənan bir şuğla iqdam və təfəülkünan bir əmrə ehtimam, qəsdində ikən الفال علا ماجرا موجبince erbab sefaden ve ashab vefaden biri şükrullah mesaiye ve seyyir bil khayr davaiye yani iddiasıyla ve seyyir bil khayr davaiye قپودن ایترو جرب جلدی پس الکلام زر الکلام یا یجر الکلام پس الکلام یجر الکلام و ینساق الى المرام در و بهل اون دیباچه کتاب گلستانın که ucubi اهل خیال و نمونی سحر حلال و نوباوی بوستان بیان و تذکری دوستان زمان و نصرت جاهی الادلو اولو الالباب و نصرت جاهی اولو الالباب و قبلی جاهی طلاب دور ربایی. Bu qədər Bustani şeylərdir. Gülüstan kitabın bu qədər şeylərdir. دیباچه گلستان کتاب گلستان که اوجوبه اهل خیال و نمونه سحر حلال سحر نمونه‌سی و نوباوه بوستان بیان و تذکری دوستان زمان و نصرتگاهی اولوالالباب و قبلگاه طلابdır. Bu qədər buna əhəmiyyət verdi. Rubai en kulli ma'nen fihi lafzun مخبر احتمالا و فی کل حرف منه رمز ظاهر روز ولکن الظواهر کوکب غص یا غص ولکن الظواهر جواهر. نصر. تحریفات عوامدن جلن اختلال و مخدرات لغاتون imtina-i visalun təzəkkür edib yad etdi ki, nə olaydı bu müxəddərat sahibi cəmalın və no'arusi hicli xiyalun pərdi iqnaini və hicab imtinaini rəf edib türki libas ilə bir şərh olaydı ta kim müşkilatı bəyan və müfəssilatı əyan olub ibarati məlum və istiarati məfhum qanuni məzbut və uslubi mərbut düşeydi. Bir dostu gəldi bunları dedi. Bu nə dedi? Etdim ki beğayət yəzdanu be inayət yəzdanu himmət yarani bir
qəziyyənin husuli bir ədna iltifata mövsuludur. Həman dəm ol yar müvafiq və mühibbi sadiq vədül kərim din və xəlifi şini deyib libas-ı iltimas ətəkin tutub güriz yollardan səddi və bəhanə sözlərin rəddi qıldı. Deyir, mən bəhanələr gətirdim, o da gəldi bağladı qabağa. Xəlifə şin, yəni xəlifəyə bənzər. Bu şin sözü birinci dəfədir ki, burada mən fars ədəbiyyatını görmüşüm, amma türkçə ədəbiyyatında bunu birinci dəfədir görürəm ki, şin sözü bənzəmək, bənzər, tay anlamında gətirir. Əgərçi kim türki ibarat zərafətindən ehtimalen yazıb dur. Əgərçi kim türki ibarat zərafətdən dur, lakin əl-mə'muru mə'zur. Və həm parsi lüğati şərhə götürüb türki ibarata mülayim və münasib, bəlkə lazım və vacibdir. Lacərəm qədr-il məqdur bil əcz vəl qusur. İlahi şükür, çox üzrə. Bil əcz vəl qusur fi zamani huve əksər min mühlətil ə'mar. Bəl huve ləhzətun min ləhzatul leyli və nəhar. Xərc oldu və məqaminə münasib qəvaninidən istişhad ilə farsi dəvavinidən dərc qılındı. Həman ərbab-ı irfanidən mütəvəqqi və əshab-ı ihsanidən mütəzərri oldur ki, bu bəndi kəmtərin və zərri əhgərün əni bihi. Adı yazan kimdir? Kitabın adı oldu Şərh-i Gülistan. Yazar Əni Mahmud ibn Osman ibn Ali el-Lami'i. Pəs oradakı Lami'i var idi, onun bunun adıymış. Mən onu orada dedim ki, kitabın əvvəlində. İndi onu bir də gəlir. Mahmud ibn Osman ibn Ali Lami'i. Əvvəldə də bunu yazmışdı ki, Əməli Lami'i, indi bu neçinci səhvədir, burada kitabını da yazıb deyil. 6-cı səhvəsində yox, amma geçsək bura. Yazmış Şərh-i Dibaçi Gülistan Şeyx Sədi min təlifat Lami'i Çələbi. Mən o Lami'i Çələbini deyirdim ki, işıqlı Çələbi, yəni kitabının surəti ya bu adamın özünün. Nə demək ki, bu bunun şəhərinin adı ya kəndinin adıdır. Bir yerə bağlı olduğunun adıdır. Hər halda gedək, çox getdik, nəticə oldu. Lami'i Çələbini burada oxuyurdu, xara getdi. Tamam, buradadır. Əhgər əni bihi Mahmud ibn Osman ibn Ali Lami'i əfə ənhüm بلفظه العلی و وجود مستعادن budur və bu indi buranı oxuya bilmirəm. Vücud müstəadən ya müstəarən və budi parabaran və budpar obaran katibi dوران budpar obaran katibi dوران əlindəki xami zəban güşadə gibi sərgərdan. Bu nə deməkdir? Və vücud müstəadən və budi parabaran baran nə deməkdir? Bunu yazın burada Google-dən soruşaq, görək ki, bu nə deməkdir?
vücudi görürsənmi ki burada? Tamam. Vücudi müstəadən və budi paradbarın katibi Doğran nə deməkdir? Əlindəki xameyi zəban güşadə gibi. Yaxşı görək burada. Gibi görək bunu nə deyir? Çünki bunu əslən anlamadım nə deməkdir və oxuya da bilmədim. Görək ki, nə deyir? Bu sözlər çox gözəl və klassik bir Osmanlı ya əski Azərbaycan türkçəsinin nəsri kimi görünür. Yazdığınız cümlələrdəki züm kəlməsi əslində Rum kəlməsidir. Tamam, bunu ötürək etsin, burada ondan gəlmə. Sizin yazdığınız ibarətin səhih şəkli və mənası təxminən belə olacaqdır. Vücudi müstəadin və budi təradarin katibi Doğran əlindəki xameyi zəbangüşadə kimi. Vücudi müstəad ödünc verilən varlıq. Cud varlıq, baxşış. Müstəad əmanət götürülmüş, çökürülmüş, köçürülmüş. Mənası bizim bu dünyadakı varlığımızın bizim özümüzün deyil, Tanrı tərəfindən bizə əmanət verilib. Budi təradar, çarəsiz, sınırlı varlıq. Bud varlıq, həsdi. Çərədar, çarədar. Bu əda ehtimalən məhdud ya bəlli bir tədbiri olan mənasında işlənilir. Bu da onu bilmədi məncə. Karışış bir ayrı cüzdesin. Çünki bu p'dir, ç deyil. Parabarın, parubar. Yox, bu da baran kimi, barın yazılıbdır, barın. Katibi Doğran əlindəki xamiyi zəbangüşadə kimi sərgərdan və xalq cahan önündəki ayini sadə kimi tərcüman mülahizə edələr. Beyt, ey dost dərin rah mərا hiç şumar, mən hiçəm و bəl hiç تو az hiçəm dar. Nəsr, və hər eyb و qusur, nuqsan و fütur ki görələr, səhvi qələmə racic və ayini inhinasına aid bülüb, dairi əğraz içində nöqtəyi iqtirazə nazir olub, islahi ehsanından i'raz və iğmaz etməyələr. Vallahul müvəffəqi ilə səbil irşad və hüvəl rəufu bil ibad və hüvə həsbi və ni'məl vəkil məsnəvi. Şudəm kim verdi əlbu şərhə fürsət 917 tarixi hicrət. Qərəz bu nəqşidən kim oldu abad, kim ani görsə eydər afərin bad. Duayı xeyridir əhli nəzərdən, dəriq olmaya lütfi mahəzərdən. Tarixin özü yazdı. Tarix dedi ki, nə? Burası çox mühüm idi. 910 idi. 910. Üstdə də yazıblar, burada heç də yazmayıblar, mən tapdım bunu. 910 idi tarixi hicrət, hicri qəmərini burada yazaq. Tamam, əvvəl görək ki, bu kitab neçə il bundan qabaq yazılıbdır. İndi 1447-ci ildir, yox, bundan çıxsaq, 910-u çıxsaq, bu kitab 537 il bundan qabaq yazılıbdır. 537 il öncə yazılmış bir kitabdır. Tamam. İndi
Deyək ki, bunu aparsaq. ...910 Hicri illərində Osmanlıda kim xəlifə idi və o zaman pul, parantez içində para yazaq, paranın adı və cinsi nə idi və habelə 150 vahid o pul ilə nə almaq olardı və o pulun bugünkü gücü nə qədər ola bilir? Tamam, bir dənə uzun sual soruşduq. Görək ki, nə yazır? 910-cu Hicri ili, miladi 1504, Osmanlı tarixinin köçəri və güclü bir dövrünə təsadüf edir. O zamanın vəziyyəti belə idi. Xəlifə və padişah. 910-cu ildə Osmanlı taxtında Sultan Bayezid Sani. Çağı yazaq kim? Sultan Bayezid Sani. İkinci Bayezid Fatih Sultan Məhəmmədin oğlu. Sultan Məhəmmədin oğlu Bayezid. İkinci Bayezid Fatih Sultan Məhəmmədin oğlu idi. Fatih Sultan Məhəmməd də İstanbulu almışdı, yəni onun oğlu. Nüktə, o dövrdə Osmanlı sultanları hənuz rəsmi olaraq xəlifə unvanını işlətmirdilər. Xilafət Yavuz Sultan Səlim dövründə, yəni 923-də, 3-cü ildə Misrin fəthindən sonra Osmanlıya getdi. Amma elmi, əməli olaraq İslam dünyasının ən güclü hökmdarı idi. Tamam, bir xəlifə deyildi, ondan 13 il sonra xilafət keçibdi Osmanlıya, amma əməldə elə xəlifə imiş, yəni. Pulun adı və cinsi. O dövrün əsas pul vahidi akçə. Akçə imiş. Cinsi gümüş, nöqrə. Gümüş. Əyarı 910-cu illərdə bir akçə təxminən 0.68 gram təmiz gümüşdən ibarət idi. Bunu indi əlbəttə hesab eləmək olar. Bunu indi gümüşü hesablasaq bunun üzü ilə. Qızıl pul böyük ticarətlərdə Sultanı adlı qızıl pulda işlənilirdi. Təxminən 50-54 akçə dəyərində idi. İndi biz burada bilmirik ki, bu kitabı alan qızıl veribdi ya akçə veribdi. Gümüş verib yoxsa qızıl verib. Bunu bilmirik. Qızıl olsa 150 gramını da bunun sorsaq bu da cəlib olar. Təxminən dedi ki, hər akçə 1 gramın %68-idir. 1 gramın 100 yerə bölsək onun 68-i imiş. Yəni 2 akçə elirmiş 1 gram 34 yüzdəsi. Beləsi. Mən türkçəm düzü gəlmir burada. Onun üçün burada 50 ta 54 akçə eləyəndə 1 gram qızıl, bir akçə qızıl sultanı verdi adın. Bir sultanı 50 ta 54 akçə eləyəndə bunu girəmə çevirsək gələr, məsələn bu neçə? Deyək ki, mən bunu maşın hesaba salımda ən yaxşısı budur.
Əvvəl bu cür eləyək. Deyək ki, bizim kitabımız 150 axça deyək əvvəl. Bunu zərb eləsək. İndi burada nə cür zərb eləyəcəyik bunu? Bunun şeyi hardadır? Bir dənə bunun. $150 olmadı, bu değil. 150 axça. Burada zərb eləsək, bunu çalsaq 0.68-ə 68 101 gram gümüşmüş. 101 gram. Bu günləri 101 necəydi? 101 idi, necəydi? Onu mən bir də oxuyayım. 102 gram gümüşün bu gün beynəlxalq qiyməti neçədir? Bu birincisi. Yəni özü yazdı. 102 gram gümüşün noqra beynəlxalq bazarlarda bugünkü qiyməti hesablamaq üçün onun hər üns qiymətinə baxmalıyıq. Bugünkü cəhani qiyməti ilə təxminən hesaba belədir. Hər gram gümüşün qiyməti təxminən 91 doların %90-ı ilə. Yəni 1 dolar 5 sent arasında, 90 sent ilə 105 sent arasında hər gram gümüş keçir. Amma mən bildiyim 3 dolardır, bildiyim. 3 dolardan da biraz o üzdür. Arasında değişir. Silver and gold prices live. Görək burada görsədir ya yox. Forex, crypto stuff falan, FTA, account markets. Bunun şeyi yoxdur, yəni search burada var. Silver Calipdir, niyə axtarıb tapır bunu? Aha, silver. Silver buradadır, tamam. Buy the price, ask price. Ələn bunun onsu 84 dolardır. Tamam. Tamam, o cürsə olanda burada deyir ki, hər halda arasında bazarın oynaqlığına görə ümumi qiyməti 102 gram təxminən 95 dolar ilə 105 dolar arasında bir məbləğ edir. Yəni bu kitaba o zaman əgər gümüş ilə alsaydı bir belə pul veribdi. Ərz vahidlər ilə təxmini dolar ilə 100 dolar təxminən. Tümən ilə İran bazarı əgər hər gram gümüşü təxminən 65.000 tümən hesab etsək 102 gram təxminən 6.600.000 tümən elər. O zaman bu kitaba bir belə pul veribdi. Lirə ilə Türkiyə lirəsi ilə 3400 lirə hududan bunun puludur. Yəni 3400 lirə pul verə bir kitab ala. Diqqət buyurun. Hələ bunu gümüşlə hesab. İndi bunu əgər şey ilə hesablasaq 150 bu məbləği 150-ni eləsi deyək. 150-ni yazmır. 150
150-ni sultani ayda getmiş ingiliscə sultani Osmanlı dövrünün qızılı ilə mühasibə elə ki, neçə müsahibə elə, tamam. Çünki elə burada soruşmuşuq. Sultani Osmanlı qızıl pulu 910-cu hicri ilində çox böyük bir sirvət sayılırdı. Bu məbləğ bizim bundan qabaq danışdığımız akça ilə müqayisədə yüzlər dəfə daha dəyərli idi. Gəlin bu güclü pulu həm o dövrün, həm də bugünkü şərtlər ilə araşdıraq. 1910-cu ildə 150 sultaninin dəyəri o dövrdə bir sultani təxminən 50 ilə 54 akça arasında dəyişirdi. Akça hesabından 150 sultani 7500 ta 8000 akça edərdi. Nə almaq olardı? O dövrün maaşları bir ali rütbəli məmurun ya da böyük bir mədrəsənin müdərrisinin, professorunun bir illik tam maaşı təxminən bu qədər idi. Ticarət. Bu pulla bir şəhərdə böyük bir karvansaray ya da neçə böyük mülk, ev, bağ almaq olardı. Heyvan sürüsü. Təxminən 250 ta 300 baş qoyun ya da 15 ta 20 baş yaxşı at almaq mümkün idi. Bugünkü qızıl vəzni və qiyməti. Osmanlı sultanisi ki, Yavuz Səlim dövründən sonra da eyni qaldı, təxminən 3.45 girəm xalis qızıldan ibarət idi. Ümumi vəzni, yəni bu qədər imiş. 150-ni çarpsaq 3.45 girəmə, olar 517.yarım girəm qızıl. Bugünkü qiymət dolar ilə qızılın hər girəmini təxminən 80 ta 85 dolar. Bu da fikirəm aşağı yazır. Hesab etsək nə qədər olar? 42.400 dolar elər. Əgər qızılın girəmini təxminən 5.500.000 tümən götürsək, onda 2.850.000.000 tümənlik pul elər. Yəni kitabın pulu. İndi bunu bilmədiyimiz üçün mən bu ikisini də hesabladım. Bunu bilək ki, o zaman bizim dədələrimiz kitab evdən bahiymiş. Yəni dedim mən ən azından bu kitabın qiymətinə baxanda bu kitab ki neçə səhifədə? 50 neçə səhifədən ibarətdir. Yəni çox da bir böyük kitab deyil əslində. 116 səhifəlik cildi ilə, ağ yerləri ilə bərabər bir belədir. Bunu 140 akça belə, 150 akça da hesablasaq, kitabın özü yazıbdır. Yəni neçə milyon burada hesabladıq. Yəni mən bir də qeyd edib onu desəm, görərik ki, bizim dədələrimiz o zaman dedik ki, Türkiyə pulu ilə 3400 lir elər bugünkü pulundan, İran pulu ilə 6.600.000 elər. İndiki bugünkü pulundan bir kitabın pulu. Diqqət buyurun, görün bizim dədələrimiz o zaman nə çətin şəraitdə kitaba əhəmiyyət verirmişlər. Və o zaman görün ki, nə qədər bu kitabı alırmışlar və bunu vəqf edirmişlər ki, insanlar gəlsin bunu oxusun. Bu qədər güclü bir dədələrimiz varmış, düşüncəli dədələrimiz varmış və bu günləri biz onlarla təəssüflə heç tanışlığımız yoxdur. Geçdik ora, bilmədim ki, harada yazıldı. Kitabın tarixini deyirdi. Tarixini burada bir yerdə oxuduq. Harada idi?
917 tarixi hicrət. Qərəz bu nəqşdən kim oldu abad, kim ani görsə edə afərin bad, duayı xeyridir əhli nəzərdən, dəriq olmaya lütfi ma həzərdən. Bu da bu kitabın tarixini tapdıq, yazanını tapdıq, səhifə sayını bildik, qiymətini bildik, bugünkü qiymətə çevirdik və gördük ki, bu kitab nə qədər önəmli bir kitab imiş. Müqəddəmə. Buradan biraz da buradan oxuram, gedək o birisi kitaba. Bilinə ki, bu farsi dili bir zərafət və lətafət üzərinə, bu farsi dil bir zərafət və lətafət üzərinə vəz olunmuş lüğatıdır və bir adəmi dəxi dəridər və bir adı dəxi dəridir. Pəs farsi dil bir zərafət və lətafət üzərinə vəz olunmuş lüğatıdır və bir adı dəxi dəridir. Ərbab-ı lüğat vəchin böyle bəyan elədilər kim bəhram-ı cür yasaq eləmişdi ki, kəndi qəfüsündə farsi dilin söyləyələr və bəratləri və məktubləri farsicə yazarlar. Və o zaman da yazı yoxdur ki, yazalar, bərat o filan yazalar, kağız üstündə filan. Böyle bu yəni düzəldiblər də nağıldır. O zamanıda onun qapısına mənsub olduğu üçün dəri dedilər. Onun qapısına nə mənə mənsub idi ki, deyə buna da dərivəri deyiblər. Yəni mənə də farsi dilin söyləyərlər və bəratləri və məktubləri farsicə yazırlar ki, o zamanın onun qapısına mənsub olduğu üçün dəri dedilər. Niyə? Məsələn, bu adamın adı nə dedi? Dedi, Bəhram-ı Cür. Bəhram-ı Cürün qapısının necə oldu? Dəri deyərlər. Məsələn, yaşda bura. Şərəfəddin Yəzdi. Bir nəfər adıdır. Yəzdili. Şərəfəddin Yəzdi zila'l yar xواهم ziddi şərqi betازی وردی و قلب و تصحیف. نصر Busə çıxsa gərəkdir pəs bu dili zərafət üzərinə olduğu heysiyyətdən nə deməkdir? Busə ola bilər, amma burada məni vermişik. Busə çıxsa gərəkdir pəs bu dil zərafət üzərinə olduğu heysiyyətdəndir ki, bir neçə hərf bunda gəlməmişdir. Əvvəla hərfi 3 nöqtəli isə yoxdur. İkinci hərfi həsən heyi yoxdur və o lüğət ki, bu dildə hailə tələffüz olunur, həsən heyi ilə, yəni tələffüz olunur, ya ərəbidən və ya qeyri dildən mənquludur. Pəs hər o lüğəti ki, həsən heyi ilə gəlir fars dilində, ayrı dildən gəlməlidir. Bir bu. Bir də o sı dedi, 3 nöqtəli sı. O da ayrı dildən gəlməlidir. Mənquludur. Və ya təhrifat əvam qəbilindəndir. Və lüğəti xeyr ki, farsidə şayi olmuşdur, mühənnəs oğlana dərlər. Mühənnəs oğlan nə deməkdir bilmirəm. Xeyr sözü, hiz ki farsidə şayi olmuşdur, mühənnəs gedək burada görək ki, aha burada. Hiz mühənnəs nə deməkdir? Bu iki kəlmə qədim ədəbiyyata və tarixi camiədə həm təhqir, həm də xas bir sinf insanları təsvir etmək üçün işlənib. Bunların mənası və fərqləri belədir. Mühənnəs. Bu kəlmə ərəbcə tənis, qadınlaşmaq kökündən gəlir. Mənası yaradılışda kişi olub, amma rəftarında, danışığında və hərəkətlərində qadınlara oxşayan şəxsə deyilir. Tamam, elə bu qədər bizi görür. Hiz, pəs buna deyirmişlər. Hiz ki, farsidə şayi olmuşdur, mühənnəs oğlana dərlər. Ol daxi əslidə ha idi. Hiz
bir iki gözlü hı ilə gərək yazılı idi. Avam təqlid və təhrif edib ha ilə istemal edilər. Necə ki Əsəd Tusi və Hinduşah Nəxçəvani və Həkim Qətran Ürməvi və Şəms Fəxri rəhməhumullah əsl lüğət hizdir deyə təsih eylədilər. Zira hiz Pəhləvi dilincə həmmam tasınə kasasına dərlər. Kim gərəksə tutduğundan ötürü müxənnəslik edən ərkişiyə bir bər səbili istiarə hiz derlər. Və üçüncü sad hərfi sabun yoxdur. Zira hərfi sad də sifəti istila və itbaq cəm olduğu səbəbdən ғilzətdən xali dəcüldür və ol ki bu dildə sad ilə müstəməldür ya qeyri əlsinədən mənquludur və ya təhrifat əvamidən gəlmişdir. Məsələn, səd ki yüz və deməkdir me'eyi məna, me'ə yəni İncil ərəbcə yüz, me'ə mənasına əslidə sin ilə idi. Sonra qələbi istimal təhrif əvam birlə sad ilə tələffüz və kitabət oldu. Və dördüncü zad zülm yox, o yox. İndicə bunu tapcınən ki, nə ilə? Nüqtəli zı, amma sabın zı kimi var, ha o. Ziya, ziyalı. Belə bu gələk. Ziya, ziyalı. Zərurət. Bunlar hələf elə bu zehnimə gəldi. Z o ilə yoxdur və beşinci dəstəli te yoxdur. İllətləri hərfi sadidə zikr olunandır. Hətta fərəs əhli qeyri dildən nəql olunan lüğatidə hərfi dəstəli te vaqe olsa ta o gülər əgərçi kim kitabətdə yenə tasur təndə yazarlar. Ta surətində yazarlar və yəni dəstəli teyini yazarlar. Və altıncı dəstəli za, məsəl zülm həman yoxdur və yeddinci eyni yoxdur. Əgərçi kim bəzi əlfazi eyni ilə bu dildə eyni ilə əlfazi eyni ilə bu dildə şayi olmuşdur. Və 8-ci qaf, 2 nöqtəli qaf, qəmər, qasim, qumri, quri. Qəmər yoxdur. Əgərsə ərbab-ı lüğatidən bəzi qafidə, qafda, qaf, həman adı qafdır da, xeyli lüğət nəql eyləmişlərdir. Amma təfəhhüs olunsa ya qeyri əlsinədən mənquludur və ya qəbili qələti məşhurdəndir. Xüsusən ki əksəri əlam-i ricalidən və qeyruhum qəbilindəndir. Nətəkin bəzi əkabir bu qissəyə xüsusində nəzm edib buyurmuşlardır. Buradan bu yüzden. İndi diqqət buyurun, buradan 8 hərfi dedi ki, dedi bu farsıda yoxdur. Və bu farsıda gələn sözlər ki, bunlarla yazılırlar, hamısı ayrı dildən gəlibdir. Ya da təhrif olunmuş sözlərdir, bu dildə deyilir. Amma bu vaqiyyətdir ki, ayrı dildən gəlmədi. Bu bunu göstərir ki, bu dil qurgulanmış bir dildir. Çünki hər şeyi ayrı bir dillərdən alıbdır. Bunu bir kitabdan oxuduq ki, bu kitab neçə il bundan qabaq yazılıbdır? 537 il bundan qabaq yazılıbdır. Həm də fars dilinə aşiq olan bir adam yazıbdır. Yazanın adı da Məhmud ibn Usman ibn Əli Lami'i Çələbidir.
Çələbi Lamiyi yazmışdı da orada, Lamiyi Çələbi. Yəni Çələbi də bunların şöhrət deyən böyük adam. Çələb yəni böyük adam. Görürük ki, bəs bu fars dili, mən bunu qabaqlarda demişdim ki, bunlar yoxdur, amma burada dahi bu bir dənə mənbə göstərir. Bir dənə dilin ki, əlifbasından bir 8 dənəsi ən azından hərfi özünün deyil, necür danışa bilər? Onları bu dildən al çıxart. Yəni bu dildən bunları çıxarsaq, təqribən danışa bilməz. Yəni bundan üzrə hər kəlmə ki, bu 8 hərfi vardı, bunları oradan götürək çıxadıq eşiyə, yaza bilməz, danışa bilməz. Yəni bir şey qalmaz ki, yerində nə qalar ki? Əlbəttə, eyni demədi, eyni dedi. Qafı da dedi, ya yox, bilmirəm. Yadımda deyil. Yəni, bunları indi bir də qeysəm oxusam, gərək yazan bunları, onu da əcr istəyən bir şey olar. Görək ki, nəminə. İndi ətaq get, 8 hərf است آنچه اندر فارسی ناید همی ثانیا موزی نباشی اندرین معنی معاف. Muzi ehtimalən başmaq anlamındaydı, amma bilmirəm. Bir də muzi elə muzi anlamındadır. Bu yəni indi yəni farsca muye damaq deyə. Burada burun tükünə deyirlər muzi. Muye damaq əlbəttə o deyil. Muzi yəni o adam ki eyni burun tükü kimi çıxır orada yersiz, köksüz, amma görüntüdə bir zərərlidir də, adama bir şey pis olur biraz. Pəs dedi ki, özləri farslar deyiblər bunu. 8 hərf است آنچه اندر فارسی ناید همی ثانیا موزی نباشی اندر این معنی معاف. بشنو اکنون این حروف و یاد گیر ای اهل دل سا و سا 3 nöqtəli S. Ha Həsən heyi. Sad sabunsi. Zad dedik ki zəfər yox, ziya o şeydən. Ta tayir, təyyarə, tapanca bunlar. Za zalim, zülm. Eyn elə eyn kəlməsi özü, arif, irfan. Qaf, qolli, qəl'e bunlar. Bunlar nədirlər? Sav و hav و sad و zad و tav و zav و eyn و qaf 8 dənə. 8 dənə hərfi lüğətnamələrindən çıxadın, dikşineridən çıxadın. Yəni farsların dikşinerisi var da, lüğətnaməsi var. O lüğət kitablarından bu 8 bölümü çıxadın qoyun qırağa. Və o kəlmələr ki, o birisi bölümlərdə bunlarla yazılıbdır. Onlar da çıxadın qoyun kənara. Yəni ki, bu dil əmələn yoxdur. Nəsr və ol ki, ərbabi lüğat kitablərində babi zal yazmadıqları zal mücəmə olmadığı səbəbdən də güldür. Bəlkə fərs əhli istimalatında və qafiyələrində və dalə zal mücəmə fərq etmədikləri əcəldəndir. Və illa ləfzi müfrədədə hərfi səhih və sakindən sonra gələn daldır və baqi zal mücəmədir deyə təsrih etmişlərdir. Qət'ə a'raful fərqə beyni dal və zal və hüvə firsaliyə mücəm kullu ma qəbləhu sakinun bila vay fədallun و ما سوا موجبون قطعه فارسی در زبان فارسی فرقی میان دال و زال یا یعنی شدید یادگیر از من که این نزد افاضل مبهم است پیش از و در لفظ مفرد گر صحیح و ساکن است دال خان آن را و باقی جمله زال معجم است. Tamam. Daha buradan bu cəsin davam eləmirəm. Əlbəttə çox şeylər görürəm, aşağıda yazıbdır, çox cəlibdir. Bunları biraz oxuyayım. Nəsr, əgərçə ki bu zikr olunan hurufi
huruf gilzətdən və siqlətdən xali olmadığı səbəbdən farsi dildə tərk olunmuşdur. Amma lüğat-ı ərəbiyyə və icaz şə'n Muhammediyyə əleyhissalatu vesselam və bəlağət Qur'aniyyə və fəsahət tərkibiyyə və mühəssənat mərziyyə bir vəch ilə məlahət və lətafət vermişdir ki, heç bir dil onun dairəsində müteqarib olmaz və dahi bilkil ki 5 hərf vardır ki ərəbi dildə yoxdur. 3 nöqtə ilə əlamətlənirlər. Onlara hurufi əcəm derlər. Ola padır. Evvela ihtimalen padır, pay ve pervin gibi. Ve bu harf ba-i ərəbiyyə ilə fa ortasında tələffüz olunur və altında 3 nöqtə qorurlar. Yəni qoyurlar həman, qorurlar. İkinci cimdir. Çiz və çah gibi. Və bu hərf cim ərəbi ilə şin ortasında tələffüz olunur. Altında 3 nöqtə əlaməti qorurlar. Niyə bunu aldı? Cimin ç. Altında 3 nöqtə qorurlar. Və üçüncü jadır. Kəj və müjə gibi. Bu hərf za ərəbi ilə cim ərəbi ortasında tələffüz olunur. Üzərində 3 nöqtə əlamət qorurlar. Və dördüncü qadır. Əgərçi ehtimalən fadır ya qadır. Əgərçi kəm fai əcəmi qeyri-məşhur, əgərçi kim fai əcəmi qeyri-məşhurdur. For və fikəndə gibi və fikəndə gibi, for və fikəndə gibi bu hərf fai ərəbi ilə və o örtəsində və vav örtəsində, bu fai ərəbi ilə vav örtəsində tələffüz olunur. Vav üstündə 3 nöqtə əlamət qorurlar. 5-ci kafdır. Cab və kah və çuy gibi. Cuy əlbəttə, cuy, bəhram-ı cur məsələn. Cab, cah və cuy gibi. Ki bunların üstünə 3 dənə nöqtə qoyubdur. Və bu hərfi caf ərəbi ilə qaf ortasında tələffüz olunur və üstündə 3 nöqtə əlamət qorurlar. P, T, J, F ki dedik bunu mən heç bilmirəm bu nə cür oxunacaqdır və C-dür. İntihal kəlamihi tamam bu tardı. Burada biraz Farsi dilinin haqqında bir şeyler dedi. Da Sədinin də özünə geçmədik. Çünki çox vaxt verdik bu kitaba. Fikir edirəm ki 1 saat yarımı geçmiş yox. 1 saat 43 dəqiqədir ki bu kitabla güləşirik. Kitab çox sadə yazılıb, rahat yazılıbdır. Oxumağı çox rahatdır məncə. Əslən çətinliyi yoxdur. Bu şeir əgər Farsi olmasa oxuyacağam. Ləğzi atəş. Nə gəldir ölkə bəqməz qişə yazə. Nə gəldir ölkə bəqməz qişə yazə. Açılır hər nəvəstə tazə. Əyağinə ağaclar zərfişandır. Otağinə bənəfşə sayıbandır. Çığar təşdən edər xaç içrə məskən. Çığar çıxmaq. Çıxar. Təşdən dışarıdan. Çıxar təşdən dış həman ki bu günlər Türkiyədə dış deyilir. Tış. Çıxar təşdən edər xaç içrə məskən. Qərarı rəsudən رو سمری هوادن başladım. Qararar sudan no desemrer havadan. Qararar sudan no semrer havadan nə deməkdir bu? Qərarları bildik, qararar sudan o bunu görək yazaq, görək nə gətirir.
قرارر سودن و ثمرر هوادن. قرارر سودن و ثمرر هوادن. نه demoqda. اشتباه yazmışam. Bunu mən gərək qərarər yazaydım. İştibah yazmışam. Necə biləsə yazdım. Qərarər 2 dənə arıdır. Qərarər. Sudən o səmrər havadən. Bu ibarətdəki əvvəlki cümləniz kimi çox yüksək səviyyəli, klassik və müncə ahəngli, münəccə ya da müncə ahəngli bir nəsrə malikdir. Buradakı kəlmələrin hər biri dəqiq mənada və bir-biri ilə təzad ya tənasüb içindədir. Bu cümlənin səhih oxunuşu və mənası belədir. Qərar surətdən, sautdan. Görək, səsdən karar, səsin kararı, saut. Hər halda belə yazdım. Mən sudən yazıbdır, sautdən deyil. Onun üçün iştibah deyir. Qərar dayanmaq, mənası səsdən dayanmaq. Səmər havadan, yəni havanın meyvəsi, havanın meyvəsi, əfsanəsi. Səmər əfsanədir. Səmər, samir ya səmər 2 məna ola bilər. Meyvə, səmər, əfsanə və nağıl. Tamam. Anladım, onu da anladım ki, bu işlənir, farsçada da işlənir. Qərarər sudən o səmər havadən. Bu da məncə somurmaqdan gəlir. Havadan somurar, sudan da qərar alar. Qərələr, yəni qərəlmək, yəni rəngi bunun şey olur da, getdikcə qərəlir və axırda da ağac olur məsələn. Diridim ləl olsaydı pursuz, ehtimalən vereydim gərək budur. Vereydim ləl olsaydı pursuz, oqurdum mehr olsa siyah ruz, hələ bir xubdur tabəndə mənzər, siyah bir pərçəmlü yalın yüzlü dilbər, pinar pırpır cəmali aftabi. Pınar pırpır cəmali pərpər də ola bilər. Pınar pırpır cəmali aftabi, cəhani roşən eylər fərrü tabi. Qırzımış lalə gibi, yəni pürşərəm, yüzü issi, gözü odlu, üzü kərəm, gərm bəlkə. Furuği mahidən vardır fəraği, ki nurindən yəqər aləm çıraği, ərizdə ahini mumedə şoqi, əridüb su edə xarayı zoqi. Bu hüsnlə gör ol gül yüzlü dildar, yatır gül o kəsəzidir, oksizidir, yalı gül zar. Yatır gül üksüzidir, yatır gül üksüzidir, yalı gül zar. Yalı ki nə deməkdir? Çoxum buranı bilmədim. Bu xubun lami'i sor gül səfasın. Bu xubun lami'i sevər gül səfasın. Bulursən bağı dəhrün xud vəfasın. Deməzdin leyk hər badilə məst ol. Değməzdən leyk hər badilə məst ol. Hava əhli gibi ateş pərəst ol. Odur oddən cəhan içində məqsud. Odur oddən cəhan içində məqsud. Səni zər gibi xalis edər ol od. Bu ateşdən sana hasıl ey dil. Yürü eşq oduna ol vasıl ey dil.
ol odda orgumu varlık, orgamu varlık derehtin. Ol odda ol odda orgumu varlık derehtin. Gamu olacaktır. Orgamu. Ol odda orgamu varlık derehtin. Yakup nur et tamamet taxti rehtin. Ananiyet duxanından xilas ol. Turabun nare Yakup nur khas ol. Atisen nar senme nurudur pak. Ani nar senme nurudur pak. Bu odun yoksa olsun başına xaç. İlahi nar eşkünle saraser şebistan xiyalım kıl münevver. Çeşogi ruzun dilden ürüp tab vücudum mülk ilə etsin nure gərqab. Şeir burada qutardı. Əlbəttə bundan öncə də bir şeir yazmışmış, amma onu oxumadıq. Kitab burada zahirən qutarır, amma bu sonki səhifədə ehtimalən qutaracaqdır. Görək ki, nə yazır? Çırağ-ı ləbi şəbi heyrətdə cana. Çırağ olub şəbi heyrətdə cana. Ərüşsün həzrətə dil yana yana. Burada bir şeir də üstə yazıbdı, əyiliblə əyri yazıbdı. Əcəba bu bunun şeirin içindən. Həsən-i Bəsri Qüddəsə Sirruhdan bu şeir yazılıbdı. Bu şeir kitabın mətninin xəttində olmadığı üçün bu sonra yazılıbdı. Necə kitabın əvvəlində 2 səfə bu kitabın xəttindən deyildi. Ayrı adamlar, kitabı alanlar yazıblar. Bu şeirdəki burada görürük, bunu alanlar yazıblar. Amma görək burada nə yazıbdı? Yazıb ki, Həsən-i Bəsri Qüddəsə Sirruhdan bir şeir. Burada da əlbəttə bir şey yazıblar, tərsə yazıblar. Baxar o axırda görürük ki, bu şeir burada yaddan çıxıbdı, nə cür olubdu, belə gəlibdi. Çıraq olub şəbi heyrətdə canə, ərüşsün həzrəti dil yanə yanə. Həzrətə dil yanə yanə. Zalibdir, bu ərəbcə şeirdir. Ləysə lisadiqin fi dəvahu. Bu ayrı şeirdir. Bu Həsən-i Bəsrininki budur. Bu birisi görək nədir? Mərhəbən bəhəbbi və qurrətə eyni Rəbbikə ya Rasulullah li-Şeyxil Əkbər Qüddəsə Sirruh. Bu şeir ki, buradan aşağı gəlir. Mərhəbən bəhəbibi və qurrətə eyni Rəbbikə ya Rasulullah. Bunu indi burada li-Şeyxil Əkbər Qüddəsə, burada Şeyx Muhyiddin Ərəbi Həzrətlərindən ehtimalən. Çünki Şeyxül Əkbər məmulən ona deyilir. Amma baxaq görək, deyir ki, Kitabullah əsdəqə mən kullu qilə rəvahul Müstəfa ən Cəbrəilə ənil ləvhil muhiti bi kulli şey ənil ilmi rəfi'i ənil cəlil və ləhu eyzən. Buracan burada indi bir ayrısı. Yəni həman yenə Şeyx Əkbərdəndir. Qəlbi qətbi və qalibi libanani oxuya bilmirəm. Şeiri də ərəbcədir, o birisi də ərəbcədir. Buna görə bu şeirləri oxumuram. Bunu ayrı adamlar yazıblar. Kitab burada qutarır və qutardı. Bu kitabı oxuduq, hər halda bir yerə yetirdik. Şuraq bu ikinci kitab ki açmışdıq. Turuq və Əhval-ı Üləma. Bu kitabın burada yazıblar. PDF-in başında yazıblar. 696-cı ildi qəməlikdə 34 səhifədə yazılıb ki, burada 17 səhifədir. Çünki çəkdi buna bir baxaq, görək. Əvvəl kitabın özünə bir baxırıq, kitab harada saxlanır? Cəlibdir ki, birinci kitabı bilmədik harada saxlanır. Yəni, bunun çox möhrü var idi içində, amma Vaqifin möhrü idi. Bəli, burada bir şey gəlibdir, görün, Hacı Səlim Ağa kitabxanası olacaqdır. Bu ehtimalən Hacı Səlim Ağa kitabxanası ehtimalən Türkiyədə yerləşən bir kitabxana olacaqdır. Amma yazaq görək ki, Hacı Səlim Ağa kitabxanası haqda bilgin varmı? Deyə soruşaq görək ki, Aydad. Hacı Səlim Ağa
kitabxanası haqda bilgin varmı? Burada Hacı Səlim Ağa kitabxanası, kitab. Tamam. Görək ki. Bəli, Hacı Səlim Ağa kitabxanası, Hacı Səlim Ağa kütüphanəsi Osmanlı dövrünün ən önəmli və zəngin məktub el əsərləri xəzinələrindən biridir. Bu kitabxana haqda əsas məlumatı belə xülasələmək olar. Yeri və tarixi. Yeri İstanbulun Üsküdar məntəqəsində Doğancılar meydanının yaxınlığında yerləşir. Qurucusu Osmanlı dövlət adamlarından olan Hacı Səlim Ağa tərəfindən 1196 hicri qəməri 1782 miladi ilində tikilib, Səlim Ağa özü məmur olub və kitaba böyük marağı var idi. Kitabxananın zənginliyi. Bu kitabxana yalnız bir bina deyil, içindəki əsərlər dünyanın ən nadir nüsxələrindən sayılır. Əlyazmalar. Bura təxminən 3000-dən çox əlyazma xətti kitaba ev sahibliyi edir. Yəni indi də. Mövzular kitabxanada ədəbiyyat, tarix, tibb, riyaziyyat, fəlsəfə və İslami elmlər, təfsir, hədis, fiqh sahəsində çox qiymətli köhnə nüsxələr var. Dillər, əsərlər çoxu ərəbcə, farsca və Osmanlı türkcəsindədir. Binanın memari xüsusiyyətləri. Bu kitabxana Osmanlının müstəqil kitabxana memarlıq tərzində tikilib. Yəni bir məcmuunun, məsələn, məscidin içində deyil, özəl olaraq kitabxana kimi planlaşdırılıb. Gözəl bir bağçası və köhnə bir sibili, su paylanan yeri. Sibili, mən bilmirdim, bu sibil, su bili kimi, yəni belə deyək, məsələn, gözəl bir bağçası və köhnə bir sibili var, yəni su paylanan yer var ki, o dövrün estetik zövqunu göstərir. Sizin marağınızla əlaqəsi, sizin bundan qabaq soruşduğunuz 910-cu illər tarixi məktubları ya da 150 sultani kimi maliyyə hökmləri və o dövrün nəsri, məsələn, xami, zəbangüşad kimi istilahlar elə bu kitabxanadakı əlyazma əsərlərdə çox tapılır. Bir nöqtə, bugün Hacı Səlim Ağa kitabxanasının kitablarının bir çoxu digitallaşdırılıb və İstanbul Yazma Əsərlər Bölgə Müdürlüyü tərəfindən qorunur. Əgər xas bir kitabın ya da müəllifin adını axtarırsanızsa, o kitabxananın fehristlərindən, kataloqlarından tapmaq olar. İstərsəniz bu kitabxanada olan xas bir mövzu ya da o dövrün məşhur yazıçıları haqda məlumat verim. Tamam, istəmirik. Elə bu qədər yetər ki, bu kitabxana indi də qalır bəs. Buradan gedək. Bu kitabxana indi bu Şərh-i Gülüstan-ı Sədi orada saxlanılmış. Onu tapdıq. Gedək bu ikinci kitabımıza. 17 səhifəlikdir ki, bu PDF-də 18-17-dir. Çünki hər PDF-in səhifəsində 2 dənə kitab, 2 səhifə qoyublar. 34 səhifəlik bir kitabdır. Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Haza kitab-ı turuqi və mənayici izami və əhvali. Bu çox qırmızı ilə yazılıb və gedibdir. Təəssüflə bunu gərək sonra oxuyaram, qeydib bunu oxuyaram. Kitab görünür ki, çox köhnəlibdir. Ortası, yəni şirazəsi xəsarət görübdür. Cildin görmədik. Vərəqlərinə baxanda görürük ki, təqribən çürüyübdür kitabın şirazəsinin bəzi bölümləri və görürük, cırıqlarını da görürük. Kitabın dövrəsi də saralıb, yəni çox köhnəlibdir. Həm də işlənmək əl təri zadı dəyibdir. Ona görə çox köhnəlib və saralıbdır. Ortasında bəzi yerdə görürük ki, şirazəni tikiblər iplə, sapla, o sap da qırılıb çıxıbdır. Onu da, məsələn, burada da görürük, o birisi səhifələrdə də gördük. Bəzi yerdə də zahirən ki, bilmirəm nədən dolayı orta o şirazə çox saralıbdır.
Onu da bilmirəm. Bəzi kəlmələri qırmızı, bəzi kəlmələri çoxu mətni qərədir. Burada qırmızı yazılıbdır. Heç bir çarçıviyə salmayıblar. Sətrin əvvəli ilə axiri bir xəttdə deyil. Dərya mövzu kimi sətrin əvvəli də tərpəşib, axiri də tərpəşibdir. Yəni bunu yazan bir şey deyil. Nüsxəçi deyil. Bunu yazan nüsxəçi deyil. Bunu yazan herfi'i yazar deyil. Bunu yazan ehtimalən bu yazanın özünün elə birinci yazısıdır. Ya da ki bir adam yazıbdır ki o da bunu bilmirmiş. Onu çıxadarıq hər halda. Kitabın baxırıq, getdikcə biraz o əlbəttə getdi. Məsələn indi burada kitab qutardı. Birinci kitab qutardı, ikinci kitab başlanır. Cəlibdir, tarix qoyubdur. Qeydib gəlib bunu oxuyarıq 16-cı səhifədə kitaba tarix qoyubdur. Hansı zamanda yazıb ki zuhurə gətirib mövcududur ki nəzər edib. Əlbəttə burada mövcud mən oxudum amma ola bilər ki olmasın, ayrı bir şey olsun. Mərcudur ki nəzər edib edənlər Şeyx Məcəddini və müsənnifi zikri bil xeyr ilə yad edib dualar, sənalar edələr. Təmmətil kitab fil yevmis səbti el-yevmis sabi'i vel-əşərə fi şəhri zilqədə əş-şərifə 1104. Cəlibdir, burada yazıblar ki 965-də yazılıbdır, kitabın öz mətnində yazıbdır ki bu şənbə günü Zilqədənin 17-ci günündə 1104-cü ildə yazılıbdır. Əlbəttə burada bir şey yox. Fi şəhri Ədirnə Əl-Həmiyyə در زمان سلطان احمد خانی طال بقاه اید الله ما یشاء الى یوم القیام fi 17 Zilqədi 1102. Yəni 1102. Ehtimalən bu ikinci tarix nüsxətinin tarixidir. Birinci tarix yazanın tarixidir. Əl yazısı da biraz fərq edir, bu iki dananın arasında fərq edir, amma bu hər halda əl yazıdır, yəni şey deyil. Bunları qeydərək sonra oxuyaq. İkinci kitabda buradan başlayır, adı Əsma-i Biş-Şərifi Qutbül Əqtab rəziyallahu anh. Nə deməkdir? Bu da gəldik görürük ki, nədir? Baxarıq buna, kitab burada qutarır əslində. Yəni bu ikinci kitab 4 səhifəlik bir şeydən ibarətdir, heç ibarət deyil. Elə burada qutarır, buradan sonra da iki səhifə izafi bir şeylər yazıb ki, bəzi adamların adlarını yazıbdır. Qeydək bu kitabı əvvəldən bir oxuyaq. Haza kitabi, bunu biraz geçəldim. Haza kitabi turuqi və mənayici izam və əhvali dinşan deləbi uləma-i kibar təlif Şeyx el-Arifin İbn İsa rəhmətullah aleyh fəsli hadi əşərdir kitabi Rumuzul Kunuz. Əsli kitabın adı Rumuzul Kunuzdur. O Rumuzul Kunuz Gənclərin Rəmziləri adında kitabdan 11-ci bölümün Babı Hadi Əşər 11-ci fəsli Hadi Əşəri oradan çıxadıbdır, yazıbdır. Haza kitabı Təbruq ehtimalən, əlbəttə bu nöqtə oxunmayacaq. Turuq və minayic ya məşayic İzam məşayix olacaqdır ehtimalən. Cığ niyə yazılıb burada? Turuqi və məşayix İzam. Kitabın adı odur. Haza kitabı Turuq və məşayix İzam və əhvali zinişan. Əhvali zinişani uləma-i kibar tərifi Şeyxul Arifin. Kim yazıb bunu? Şeyxul Arifin ikinci kitab. Bu birinci kitab idi. Bunu gəlir bu yüzdə yer olur. Tamam. Ad təlifi kitabı Turuq və məşayix İzam. Turuq yollar. Turuq və məşayix İzam
və əhvali zinişan. Zinişani uləma-i kibar. Uləma-i kibar. Yazar kimdir? Şeyxül Arifin İbn İsa. Şeyxül Arifin İbn İsa rəhmətullah əleyh. Amma əsli kitabdan ki bunu yazıbdı, oradan bu nüsxəni götürübdü. Yəni Şeyxül Arifin İbn İsa rəhmətullah əleyh yazdığı kitabdan bu nüsxəti, bu fəsli çıxadıb gətirib bura. Ki əsli kitabın da adı pəs fəsli 11-ci fəsl Rumuzul Kunuz. Rumuzul Kunuz kitabının 11-ci fəsli. Tamam, burada bundan yaxşı bir məlumat aldıq. İndi gəlir kitabın özün ərəbcədir zahirən, elə bil ki, bu türkcə yazıbdır. Fəsli hadi əşər məşayixi və əhvali təriqi bəyan edər. Kitabdən, tarixi kitabdən. İndi kitabın yazılma tarixindən belə bir şey yazıbdır. 35-30 sənəyə deyiniz hər təriqin tövhidin və nəqlidin və zühdün Calibdir. Fəsl hadi əşər məşayixi və əhvali məşayihi və əhvali təriqi bəyan edər. Kitabdə tarixi kitabdən, o kitabdan bəyan edər. Da buradan bu cəsini yazmır. Kitabın tarixi kitabdən. Belə bir tarix qoyubdur. 30-35. 3035 beləsi bir tarix qoyubdur. Hətta bunu 2035-də oxusaq yenə düz deyil. Çünki 2035 miladi desək hələ 10 il qalır. 9 il qalır. İlla ki deyək, bu bir ayrı təqvim üzərinə bunu yazıbdır. Sənəyə dəqin tarixi kitabdən 30-35, yəni 3035 sənəyə dəkin hər təriqin tövhidin və nəqlidin ya təqlidin və zühdün və irfanın və təhqiqin və seyr-i sulukin və təlvin o təmkin və huz o künuzin və kəşf-i kəramatın və əxlaq o ovsafın bəyan edər. Dostlar, bu kitab, yəni kitablar ki biz oxuruq, əlyazma kitablardır, hamısı əski kitablardır. Ən azı 250 il bundan qabaq yazılmış kitablardır. Bu kitab tarixin feylən bir cür yazıb, qırmızı ilə yazıbdır. Əcəba özü yazıb, yoxsa bir ayrısı yazıbdır, amma silinməyibdir. Yəni bu yerində yazılıbdır, düz yazılıbdır. Amma bunun 2035 olması ya 3035 olması mənə çox əcib gəldi. Biz qabaqcan əlbəttə bir ayrı tarixi, bu tarixlər haqqında bir ayrı kitablarda, əvvəllərdə bir kitablarda araşdırdıq. Gördük ki, bir ayrı tarix var ki, ondan da yazı yazırlar tarixlərdə. Amma bu o deyil. Bu hər halda gəlir seyr-i suluk filanlardan, müxtəlif şeylərdən danışır o tarixə görə özdə. Sirri xəfi və sirri hirdə xəbərdə də ola bilər. Bu nə deməkdir? Məratib etibarincə əlvani ənasürdən kəsafət lətafət bülüncə. Kəsafət bu mənaya ki biz bu günləri işlədirik, fars dilində işlənir, o anlamda deyil. O şey ki kəsafət biz deyirik, o türkcə kir deməkdir. Çirk və kir.
Kəsafət ərəbcə qalinlik deməkdir, yoğunluq deməkdir. Kəsafət litafət, qalin amma lətif. Çox yoğun və amma lətif. Bulunca və hüccəti davardi nəf davaridi və hüccəti دواد نفسانی یا دوارد نفسانی دفع olunca و روح حیوانی و روحانی و روح insani və ruh ruhani, bunları ayırır bir-birinə. Ruh heyvani və ruhani, ruh insani və ruh ruhani. Bəyan ruh insan muzaf olunca və hər təriq əhli ruh izafi ilə zübde olub həyat cavidani bulunca halli və kemali və qul bil cemaə əhvalı əla qədrihi taqə və qul bil cümlə və qul və hallu kemal və qıl bil cümlə əhval əla qədri taqət kitab axirində təhril olundu. Kitabın axirində adların yazıbdır. İndi bunu mən geçsəm oxusam deyərəm ki, kimlərin adını yazıb burada. Kimlərin adını yazıb burada. Deyib ki, Əsma-i Şərifi Qutbul Əqtab rəziyallahu anh. Bunlar ki, qutb olublar. Qutbul Əqtab deyirik. Onların adları budur. Qutbul əvvəl Həzrəti Rasulullah Əşrəm sallallahu aleyhi və səlləm. Qutb-i sani Həzrəti Heydər Kərrar. Qutb-i salis Həsən Bəsri. Qutb-i rabi Həbib Əcami. Qutb-i əl-xamis Davud Tayi. Qutb-i sadis Ma'ruf Kirci ya Kərəci ya Kərəhi. Qutb-i sabi Səriri Səqəti. Qutb-i samin 8-ci Cüneyd-i Bəğdadi. Qutb-i tasi Mimşad-i Zidnureyn. Mimşad-i Zunnureyn. Qutb-ül aşir Muhammed Dinəvəri. Qutb-ül hadiyə əşər Muhammed Bəkri. Qutb-ü saniyə əşər Qazi Vəhyeddin. Qutb-ü salis əşəri olacaqdır. Yazmayıb, burada əşər düşübdür. Əbi Mucib-i Söhrəvərdi. Qutb-ü rabi əşər Qutb-ü-din Əbhəri. Adı da elə Qutb-ü-dindir. Qutb-ül xamisə əşər Rüknüddin Məhəmməd Sicnani. Qutb-ül sadisi əşər Şəhabüddin Təbrizi. Qutb-ü saminə əşər Şeyx İbrahim Zahid Cilani. Bunların bir çoxunun məqbərəsi Təbrizdədir. Məqbərət-i Şüəradadır. Qutb-ü tasi əşər Əxi Əhməd. Qutb-ül işrin Pir Ömər və Öməri və Xəlvəti. Qutb-ü hadi və işrin Həyyül Hərəm. Həyyi Hərəm. Ya Əxiyyə Hərəm. Belə bir şey olacaqdır. Amma biraz şəkkim var. Qutb-ü saniyə və işrin Hacı İzzəddin. Qutb-ü salisi və işrin Şeyx Sədriddin. Qutb-ü rabi və işrin Seyyid Yəhya. Seyyid Yəhra. Adı belə bir şey yazıbdır. Qutb-ül xamisil işrin Mulitay Pir Ömər. Mulitay ya Mulinay Pir Ömər. Qutb-ü sadisi və işrin Mühəmməd Aq Səmray. Qutb-ü sabi və işrin İbn Şeyx Qurmani. Qərəmani. Odis Qərəmani ya Uveys Qərəmani ehtimalən. Qutb-ü sabi və işrin Şeyx Uveys Qərəmani. Mən Uveys oxudum onu. Qutb-ü saminə və işrin
احمد رومی قطب التاسع و العشرین حمید هندی قطب الثلاثین Muhammed Mehdi radiyallahu anh. Qutardı burada. Bəsrə Besəniyi bu kitabın buranı harda yazıb? 1000 yazıb burada 1000. 1000 sənədə 30 nəfər qutbi gələcək kulliyəcək Allah. Bu sənəyi 1000-də kitab hər halda bu ildə yazılıb da sənəyi 1000. Burada 1000'i yazıbdır. Yəni burada görürük ki, bu ikinci kitabımız tarix burada qoyulubdur 1000 Hicri qəməri. Yəni 447 il bundan qabaq yazılıbdır. 447 il öncə yazılmış. Bu 29 böyük insanları ki qutbu deyilir, bunların həyatı haqqında bu 34 səhifə bunların həyatı haqqındadır. 30 nəfər qutb. Bunu 30-incisi mən görmədim, amma Səlasin 30 düzdür. Səlasin Muhammed Mehdi. Ki Muhammed Mehdi diridir ehtimalən, o birisilər amma Allahın rəhmətinə gediblər. Qeydaq bir də əvvəldən kitabımızı görək nə deyir. Deyir ki, kitabın axirində təhrir olundu. Zira məşayixi mütəəxxirin təhrir olundu. Zira məşayixi mütəəxxirindir. Quddesallah ərvahəhum. Qəddesallah ərvahəhum və mütəqəddimin ənbiyadır. Deyir, bunlar mütəəxxirindirlər Həzrət Məhəmməddən sonra. Həzrət Məhəmməd özü də qutb əvvəl hesab oldu. Ondan qabaqki ənbiyalar qutbi şeydilər. Mütəqəddimindilər. Axərinin ulumi batinidir. Axərinin, yəni bu sonuncular ki dedi Həzrət Məhəmməddən başlandı ta 30-dana. Axərinin ulumi batinidir. Hüvəl əvvəlü, hüvəl axər, hüvəl zahirü, hüvəl batın, ol əvvəlün və batının və batın və zahirün qeyri dəcüldür. Əvvəlü axir etibari sifatə və məxluqə, zuhurə və uyurə, ehtimalən zuhuru uyun olar. Əlbəttə burada ehtimalən uyun mənasını deyil, zuhurə və uyurə. Uyur nə deməkdir? Görə, yerə fəhm üçün. Uyurə görə, yerə fəhm üçün bəyan olunur. Əgərçi məbədün aftab və şütulu uğrubi tərtibinə əvvəl və axir olan və həsəb zahiri mütəlləqdir. Təşdid qoyub, amma mən oxuya bilməm. Mütəlləqdir. Mütləqdir. Hər halda tığın üstündə olacaq, bu lamın üstündə qoyub təşdidi. Mütəlləqdir, yəni mütləqdir. Deyir ki, əvvəl batin şey yoxdur, bunlar zamanın içində bizə belə gəlir. Bunların heç arası yoxdur elə bir. Lakin hər əvvəlün əvvəli və hər axirin axiridir. Müqəyyəd nəzərində, əmma mütləq etibarında ana ibtidadır. İntiha yox. Əzəl və ibtida etibari dəf olsa, mütləq kəmakanə, baqi və daim və mühit və cami istifat zatində mündərəc əvvəl və axir olmaqdən münəzzəh zatül bəxtidir. İş bu tərtib aləm və surət Adəm təzahürdür. Kəmalat mütləq zuhurinə dəlalət olmaqla müqəyyəd etibarı olunə. Necə olunsa ki, məfərril əl-hal dəcül. Müfərril hal dəcül. Başlap buram nə deməkdir? Məzahiri sifatə cahi əf'al, cahi əqval, əxlaq aman. Cahi اوصاف ilə müttəsəf olub. Zahirün məzhəri olur. Cahi batünün hər keligün, hər keligün ki ehtimalən hər heykəlün olacaqdır. Hər heykəlün zahiri cahi batinin hər heykəlün
ki məzhər əvvəl olə batindən zuhurə gəlib alt zahir olub. Əvvəlinin elmi və kəmalın bilir. Tamam, bu yəni bir ağır kitabdır ki mən bunu oxuyuram amma anlamıram. Yəni bunu anlamaq dana-dana kəlmələrin üstündə işləmək anlamına gələr. Ki bu kəlmədən murad nədir, nə deyir? Amma bir dana bir iş görək bu kitabın biraz davam eləyim hələ, bundan biraz da oxuyayım, heyifdir. Və hər heykəlün zahirdən batinə irib əsrar-ı ilahi və ulum namütənahi zuhurinə alət olub. Fənadən bəqaya liqa göstərib. Əvvəlinün və axərinün kəmalatı ilə mükəmməl olub. Kəşf əsrar edib təvilatə və məarif söyləməyə başlar. Cahi zöhdü tənəvvür və cah seyr-i suluki birlə aləmi batindən əlvan ənasürdən geçib qeyri mükeyyif nur ma xasə irər. Cahi dairi sirrə alimi zahir təhsil edib rəisi uləma olub. Cahi sirri xəfidə məarifə xəfifiyyə həqiqətə. Cahi sirri xəfidə məarifi, burada həqaiq yazıbdır. Həqiqətə, həqiqətül həqaiq zuhurində fənai fizzat edib. Vahidiyyəticə sənin bəhri əhdiyyət üzərə vahidiyyət həmisəsinin sənin bəhri əhdiyyət üzərə hubabi bəş qurub sultan-ı eşqi aləmi kübraya hakim edib quvay ruhaniləri ana əsgər qılıb himməti şeyx ilə mən ərəfə nəfsəh fəqət ərəfə rəbbəh məfhumi üzərə qəlbi müfidədə rəhi təcəlli mətlub edib təcəlliyi mətlub edib mütləq edib vaqiat və varidati təvəccüh və iradat. Tamam, kitab bu şəkildə yazılıbdır. Bir ayrı kitabdan alınıbdır. Əlbəttə burada bir şey görürdüm, nəzərimə gəldi ki, getdikcə bu kitaba mən tanış oluram. Yəni çox sadə yazılıb, çox rahat yazılıbdır, oxumaq olar. Bəzi kəlmələr əlbəttə bir-birinin qarnına giribdir, huruflar bir-birinin qarnına giribdir. Amma üst-üstə bunu 99% oxuya bilərəm. Amma düşünməsində zorluq var. Yəni kitabı oxumaq, üzün oxumaq bir şey deyil. Onu anlamaq mühümdür. Bu nə deyir? Hansı düşüncəni burada daşır? Nə daşır? İstir nə deyə? Bunun kəlmənin içində nə var? Hər kəlmənin içində bir tarix var. Bir anlayış var. Çox geniş anlayış var hər kəlmənin içində. Kəlmə sadəcə söz deyil. Siz uşağa bir dənə kəlmə deyin, anlamasın. Niyə anlamır? Çünki o kəlmənin içində olan anlayışı, ehsası, duyğunu, tarixi bilmir. Amma hər kəsə deyin ana, hər kəsə deyin dil, language. Elə bunu eşidəndə hər kəsin öz dilində, zəban desəz fars dilində, dil desəz türk dilində, əlsinə lisan desəz ərəb dilində, language desəz ingilis dilində və o birisi dillərdə bu o millətə bir şeylər göstərir. Bu kəlmənin özü. Yəni bunu deyəndə denə bunun haqqında danış. O kəlmənin içində olanları sizə deyəcəkdir. Çalışacaq ki, o kəlmənin içində nə var, onu çəksin, çıxasın. Burada bir tarix sözü gördüm. Görün bu nə deməkdir? Bunu oxuyayım, ondan sonra gedək bu kitabı qutaraq. Deyir ki, mirat-i həqiqisi, təlvinisi təmkin olduqdan sonra kəndüyə əqran qılıb bir yerinə də ehtimalən xəlifə nəsb edər.
yerinə xəlifə nəsb edər. Tərtib məşayix böyle olunmuşdur. Ayini cahan və adət zaman qiyamət qoyunca bu silsilə baqi olub. Qopunca, qiyamət qopunca bu silsilə baqi olub. İbtida İslamidən bəri məşayix necə vəçilə ola gəlmədiysə tarixi kitabdır. Sonra dəxi öyle olmaqdır. İnşallah Teala zira İslamın ibtidasından məşayixün hər biri bir xirqə və bir tac ilə gəlmişdir. Bədühüm gələcək şuyux dəxi öyle olmaqdır. Əvvəl tac bu yox idi. Əvvəl tac yox idi. Hazreti Ali kərrəmallahu vəchəhu kim idi? Axır Mehdi dəxi, Mehdi ki orada axırda yazmışdı, o İmam Mehdidən ehtimalən söz gedir, o tümcüsü. Axır Mehdi dəxi geyməzdilər. Bədəhu Həsən Bəsri və Həbibi Əcəmi və Davudi Tayi və Məruf Cərəhi ya Gürci və Şeyx Səriri Səqəti Tacı geymədilər. Səqəti yerinə xəlifə olan Cüneyd Bəğdadi altı tərk üzərinə qübbə və əsəli rəng tac eylədi. Rəkidi və geydirdi. Eylədi, geydi və geydirdi. Burada r izafi düşübdür. Eylədir, geydi və geydirdi. Katib əla rüya diyari, Katib Əli Rudbari, Cüneydin tacın geydilər. Əbülqasım Kirmani bəyaz altı tərk tac andəndi. Əbu Bəkr Tamam, bunlar bu böyük insanlar haqqında danışır. Bunu hər bir şəxsiyyətə görə bir tarixdir, oxumalı və bilməlidir ta bunu anlamaq olar. Kitabın son səhifələrini oxuyayım. Qutbularda sonuncusu dedik ki, Muhammed Məhdi ki, həman Həzrəti İmam Zamana işarə edir. Ehtimalən o olsun. Amma kitabın biz son səhifəsini oxuyaq, görək burada bir şey bizim üçün var ya yox. Deyir ki, ey ol bir kitab təlif edib kəşf-i rumuz və künzi ilə. Tamam, bu kitabın adına gəldi. Görək şu hardan buna işarə. Bunlar elmi xəfi bilirlər və kəşf-i kəramat ilə mənus olmuşlardır. Tarixi hicrət-i nəbəvi 937 sənəsinə erdükdə bunlardan Şeyx Məcdiddin İxtisari hər halda fənadən bəqaya rihlət əlamətləri zahir oldu. Bu tarixi götürüblər. Yəni burada ki yazıblar 937, burada 65-dir, əlbəttə o da deyil. Bu kitabı hardan bu tarixi götürüblər, onu mən bilmədim. Yəni baxdım, buradan görmədim. 937 sənəsinə erdükdə bunlardan Şeyx Məcdiddin İxtisari fənadən bəqaya rihlət əlamətləri zahir və bahir olduqda vəsiyyətlərində İbn İsa bəndələrinə buyurdu ki, ey benim pesərim, əvvəli şübəhatıdan get biçədər, ol bəndidən sonra yerime get. Ey ol bir kitab təlif edib kəşf-i rumuz və künuz ilə və hər fəslidə sözün öz atmə, murad bundan sözü uzatmə, sözün uzatmə murad bundan izhar kemal dəcüldür.
təlif edib kəşf rumuz və künuz ilə, yəni adım bu qoydu. Və hər fəslidə sözün uzatma murad budur. Bundan izhar kemal dəcildür. Bəlkə həman duayı xeyridir var imdi yerimdən erilmə. Elmi lədündən çox xəbər vermə və mərifətdən çox söyləmə və ulum əşyayı dəxi tərkü lisan ilə, şərhi ilə və bilündünün bildim demə. Bilündünün, yəni bildiğini bildim demə. Bulduğun buldum demə. Bulduğum demə. El üstüne el və il üstüne il vardır. Hakkı Subhanehu ve Teala'nın, bu çox gözəl söz idi. Mən bunu yaşamımda niyə işlətmirəm bilmirəm. Deyir ki, bildim demə, buldum demə. El üstüne el və il üstüne il vardır. Yəni zaman değişər. Zaman değişdikcə şey olur. Hakkı Subhanehu ve Teala'nın kemalatı məzhərlərinə nəhayət yoxdur. Hər kişi hali dəcildür. Aləmdə səndən ədna kimsə görmə. Yerdici yüz basılmaz. Yerdəki ya yerdəni yüz basılmaz xaç ol rəfət bul. Yerdəki yüz basılmaz xaç ol. O torpaq ki, yerdə də ona yüz basmırlar, o cür ol. Yerdəki yüz basılmaz xaç ol, rəfət bul, ucalan. Üzürlər bəst eylə, məqbul ol. Deyib dar-ı bəqaya rehlət qıldıqlar rəhmət edə əleyhür rəhmə vasiətən. Mərhum piridən külli kamil 20 sənə şuğl edib. Şeyx İbn İsa hurufi birlə tərkib bağlayıb və təbayi birlə əşkal bağlayıb və ədəd hurufi birlə müddət zamanı qərib olduğu əcəldən 12 bab üzərə tərtib edib. Bu kitabı tarixi hicrətdən 965 Rəcəbinə əriklikdə Saruhan Hisarda yəni Hisarında yazıb. 965 burada gəlir. Yəni o kitabı, nəinki bu kitabı. Bu kitab o deyil. 965-də o Rumuzul Künuz kitabı yazılıbdır. Bunu yazım ki, bunun şeyin burada yazaq. 965 Hicridə Hicri qəməri Rumuzul Künuz yazılmış. Yəni bu dostumuz o şeyli tarixi buradan çıxardıblar, burada yazıblar 965. Bu Rumuzul Künuzun yazılmasıdır. Ki bu adam, bu İsa neydi adı? Yox, İsa bu Rumuzul Künuzu yazandı. Bu adam ki bunu yazır, onun 11-ci babını çıxardıb burada yazıbdır. O buradan adını deməyib nədir? Baxaq görək buradan bu üzə. Bu adam ondan sonra yazıbdır. Yəni burada yox, 1000 ilində yazıbdır. O ki özü tarix qoyubdur. Biz bu tarixi etibar eləməliyik. Amma tarixdən 965 Rəcəbinə erdikdə Saruhan Hisarında yazıb, zuhura gətirib, mövcudur ki, mərcudur ki, nəzər edib edənlər Şeyx Məzdiddin İsa, ehtimalə o Məzdiddin İsa adı onun, əcəb yazaq yox ki, Məzdiddin İsa adında bir yazar varmı? Arif varmı?
با Məcdəddin İsa adlı bir arif və qutb varmıdır? Bəli, dəqiqən sizin işarə etdiyiniz şəxs Azərbaycan və Anadolu İrfan tarixinin ən böyük və təsirli simalarından biri olan Şeyx Məcdəddin İsa Səfəvi və ya amiyanə dildə İsa dədədir. O, Xəlvətiyyə təriqinin ikinci qurucusu, Pirsani sayılan Seyyid Yəhya Bakuyinin ən məşhur xəlifələrindən biridir. Bu arif haqda önəmli bilgilər bunlardır. Əsaləti və nəsəbi. Məcdəddin İsa əsalətən Azərbaycanın Şirvan bölgəsindəndir. Bəzi qaynaqlarda onun nəslinin Səfəvi şeyxlərinə bağlanması da qeyd olunur. O, mənəvi təhsilini Bakıda Seyyid Yəhya Bakuyinin yanında tamamlamışdır. Anadoluya hicrət və təbliğ. Seyyid Yəhya Bakuyinin vəfatından sonra Məcdəddin İsa onun əmri ilə irfanı yaymaq üçün Anadoluya, özəlliklə Manisa şəhrinə köçmüşdür. O dövrün 9-cu qərnin axırları və 10-cu qərnin əvvəlləri, yəni sizin soruşduğunuz 910-cu illər ən başında, illərin yəni başında böyük mürşidlərindən biri kimi tanınırdı. Qütb və mənəvi məqamı. O öz dövrünün qutbi və arifi kimi qəbul edilirdi. Xəlvətiyyə təriqinin Əhmədiyyə qolunun yaranmasında onun əsasi nəqşi var idi. Onun məzarını və xanqahını Sultan Bayezid Sani, haman 910-cu illər padişahı böyük hürmətlə tikdirmişdir. Sizin oxuduğunuz mətnlərlə əlaqəsi. Tamam, bu o deyil. Yəni, ehtimalən ilə şey olsun. 960-da Əcəba Məcdəddin İsa 65-də, hə? 65-i Hicridə yaşırmışmı? Xeyr, burada bir zaman tədaxüləsi var. İxtilaf zamanı var. Tarix qaynaqlarına görə Şeyx Məcdəddin İsa dədə 965-ci Hicri ildə yaşamırdı. O, ondan artıq vəfat etmişdi. Gəlin dəqiq tarixlərə baxaq. Vəfat tarixi. Məşhur xəlvəti Şeyxi Məcdəddin İsa vəfatı 901-də Hicri ilində baş verib. Məzar-ı Şərifi Manisa şəhərindədir. Sizin bəhs etdiyiniz 910-cu illər onun vəfatından azca sonra aydır. 965-ci ildə vəziyyət necədir? 965-ci Hicri ilində Osmanlı tarixində Qanuni Sultan Süleyman idi. O dövrdə Məcdəddin İsa'nın yolunu davam etdirən böyük ariflər və onun təriqindən nəvəşat edən başqa şəxslər var idi. Məsələn, onun məşhur xəlifəsi Yığıt başı var, Başı Vəli. Yığıt Başı Vəlinin yolunu gedənlər o zaman fəal idilər. 100 il öncəki o ağır və ədəbi nəsr əvvəldə yazdığınız cümlələr o dövrdə hələ də mədrəsələrdə və arifanə məktublarda deyir idi. Niyə bu tarix sizin zehninizi qarışdıra bilir? Bu iki ehtimal, qoy buna beləsi yazım da, yazım ki, mənim əlimdə bir əlyazma kitab var ki, onda bu cümlə var ki, tamam, var. Bu əlyazma bir
Dur əl yazma. Rumuzil Künuz adlı kitabın 10 dedik 10-cu dedi, ay 11-ci, indi onu gedim kitaba baxım. On birinci. 11-ci bölümün seçip yazıb. Kitabın sonunda min hicri diye tarih koyup bu nüshesinin yazdığı tarih kimi görünür. Ama bir sahife önce belə bir cümlə qurub. Nə cür cümlə qurubdur, onu yazaq. Deyibdir ki, birlə müddət-i zamanı qərib olduğu əcəldən 12 bab üzrə tərtib edib ki, bu kitabı bunu mən hər ikisini də kiçiklədim ki, ikisini də oxuyub yaza biləm. Yaxşı. İndi burada yazıb ki, nə mənə? Və ədəd huruf və ədəd huruf ilə müddəti zamanı qərib olduğu əcəldən 12 bab üzrə tərtib edib bu kitabı tarixi hicrətdən 965 Rəcəbinə erdikdə Saruxan Ağ Hisarında yazıb tamam. Yazıb zuhurə gətirib. Ayda bura. Yazıb zuhurə gətirib. Hara getdi bu kitab? Zuhurə gətirib. Mərcudur ki nəzər edənlər Şeyx
Məcduddin və müsənnifi zikri bil xeyr ilə yad edib dualar və sənalar edərlər. Təmmət el-kitabu fi el-yevmi el-sabi'i vel-əşri fi şəhri zilqa'deyi el-şərifə səneyi 1104 səneyi 1104 fi şəhri Ədirnə el-muhimmədir zamani Sultan Əhməd Xan Talə bəqahu əyyədəllahu ma yeşaə ilə yevmil qiyamə fi 17 Zilqa'də 1102 tarix çox qatışıq oldu. Yəni burada bu cümlələrdən nə anladınız? Görək ki, burada nə deyir? Bu yazılar və tarixlər bir-birinin yanına qoyulanda sizin əlinizdəki əlyazma nüsxəsinin kimliyi və tarixi haqqında çox maraqlı və dəqiq bir şey üzərə çıxır. Beləliklə, xülasə etmək olar. Əsl əsərin müəllifi və təlifi tarixi. Yazılanlara görə kitabın əslini, müəllifini Şeyx Mücəddini İsa ya da onun məktəbindən olan biri 965-ci hicri ildə Rəcəb ayında Saruxan Manisa, bugünkü Manisa bölgəsinin Ağhisar qəsəbəsində tamamlamışdır. Çox gözəl. Gözəl məlumat verdi Şeyx İsa. Tamam, biz də bunu deyirdik, amma o deyirdi ki, yox, o zamanda yaşamayıbdı. Amma bir söz dedi ki, deyir, bəlkə onun özü yox, onun şagirdlərindən biri yaza. O deyil, çünki yazan deyir ki, özü yazıbdı. Bu, onu bilirik. 965-ci il Osmanlı Sultanı Qanuni Sultan Süleyman dövrünə təsadüf edir. Yazıcının ədəd-i hurufi 1 ilə, bu ədəd-i huruf 1 ilə, əbcəd hesabı ilə, ilin tarixi ilə əsərin adının ya məzmununun uyğunluğuna işarə etməsi o dövrün məşhur elmi, irfani şivələrindəndir. Yəni, Sultan Süleymani Qanuninin dövründə bu ədəd-i hurufi 1 ilə calibdir. Burada əbcədə işarə bəlkə ola, amma 12 imamın üzrünə 12 bab düzəldibdir.
Bu ona işarə olur məncə. Amma burada bir ayrı bir şey deyir. Əbcəd hesabı ilə. Yəni bunu görə hesablayaq. Onda yaxşı ədəd hurufi hesablasaq bu ədəd bir dənə eynidir, iki dənə daldır, bir dənə h-dir, r-dir, vav-dir, f-dir, b-dir, r-dir, l-dir, h-dir. Bunları hesablasaq bir tarix çıxar. Baxaq şurası nə deyəcək hər halda. Nüsxənin köçürülmə, istinsax tarixi. Sizin əlinizdəki bunu xas nüsxə əsərin üzündən təxminən 140-150 il sonra köçürülüb. Burada iki ayrı tarix var ki, biri nüsxənin tamamlamasına, o birisi isə ehtimalən bir başqa əməliyyata işarə edir. Mən də bunu bilirdim. 1104-də Hicri Zilqədə bu tarixdə nüsxə Ədirnə şəhərində tamamlanıb. Yox, bu o deyil. O Ədirnədə yazıb, bu yazmayıbdır. O zaman Osmanlı padişahı Sultan II. Əhməd xan Sani idi. در زمان Sultan Əhməd xan ibarəti də در زمان Sultan belə bir şey var idi. Orada dür mən oxudum, dər yazıb burada. İbarətdə bunu təsdiq edir. 1102-də Hicri cümlənin sonundakı bu tarix ehtimalən katibin işə başladığı və ya başqa bir vəqənin tarixi ola bilir. Kitabın adı və mövzu. Rumuzul Kunuz, xəzinələrin rumuzləri adlı əsərlər ümumiyyətlə cefr, əbcəd hesabı, arifanə seyrilər və batini və ya tibbi kimyai mövzularda olur. Nüsxənin 11-ci bölümünün seçilməsi 965-ci ildə Ağhisarda yazılması nişan verir ki, bu kitab Osmanlı irfan mühitində özəlliklə xəlvəti təriqənin böyük birisi tərəfindən qələmə alınıb. Cümlələrin mənası. Katib deyir ki, bu kitab 965-ci ilin Rəcəbində Ağhisarda yazılıb. Zuhura gətirən kim idi? Ümid edirəm ki, bu kitaba baxanlar Şeyx Müciddin və bu kitabın müsənnifi, yazıcısını xeyr dua ilə yad etsinlər. Burada Şeyx Müciddin böyük ehtimalla əsərin mənəvi piri və ya məsləhətçisi, müsənnif isə yazıcısıdır. Bəzən elə hər ikisi eyni şəxs olur. Nəticə, sizin əlinizdə 1104-cü Hicri ilində Ədirnə şəhərində köçürülmüş kökü 965-ci ilə Manisaya dayanan çox dəyərli bir xəlvəti irfani nüsxəsi var. Kitabın sonunda gördüyünüz 1000 rəqəmi isə ehtimalən yazı növünü üzündən 1104-dün səhv oxunması və ya yuxarıda zikr edilən tarixin yoğunlaşdırılmış şəkli ola bilir. Bu nüsxənin içində o əvvəldə dediyiniz 150 sultani kimi yox, bu o deyil də, bu ona qatdı. Kitabları qatır bir-birinə. Bu başqa bir kitabdır. Bu başqa bir yazma. O 150 gümüş ya qızıl olan kitabsa başqa bir yazmadırlar. Bir məlumat verək ki, bunları qatmasın bir-birinə. Bir ayrı adam da yanlış məlumat verər. Aydın oldu. Deməli, sizin əlinizdə iki ayrı və önəmli tarixi sənəd var. Hər ikisi də o dövrün 10-cu və 11-ci hicri əsrlər ictimai, mali və irfani həyatına işıq salır. Gəlin bunları bir-birindən ayıraq. Rumuzul Kunuz əlyazması irfani tarix. Bu nüsxə sizin qeyd etdiyiniz kimi 1104-cü ildə Ədirnədə köçürülüb. Amma əsl mətni 965-ci ildə Ağhisarda yazılıb. Doğru, buracan düzdür. Bu kitab daha çox mənəviyyata, əsra və... Aha, mənim sualım budur. İndi bundan mənim sorum budur ki, Məcdiddini
Məcdiddin İsa əgər sən dedin, hangi tarixdə olubdu bu? Məcdiddin İsa burada dedi ki 910-cu illərdə 910-cu illərdə vəfat etmiş isə necə ola bilir ki 965-də və Ağhesarda bir 12 fəsilli kitab yaza bilsin. Əcəba iki arif və ya iki qutb var imiş ki adları aynı imiş mi? Görək ki, buna bir cavab verə bilir ya yox. Bu çox yerində və ayıq bir sualdır. Sizin əlinizdəki mətn ilə tarix kitablarındakı bilgilər arasındakı bu ziddiyyət tarixi araşdırmalarda iki ehtimali gündəmə gətirir. Ad oxşarlığı, iki ayrı Məcdiddin İsa. Tarixdə, özəlliklə irfan dünyasında adların eyni olması çox görünən bir hadisədir. Birinci Məcdiddin İsa, sizin dediyiniz kimi, xəlvətiyyə təriqinin böyük piri Seyyid Yəhya Bakirinin xəlifəsi olan 901-ci ya da 910-cu illərdə vəfat edən arifdir. İkinci Məcdiddin İsa 965-ci ildə Qanuni dövründə Ağhesarda yaşayan başqa bir arif ya alim ola bilir. O dövrdə Ağhesar Saruxan sancağı elmi və irfani bir mərkəz idi. Ola bilər bu şəxs əvvəlki Şeyx Məcdiddinin nəslindən ya müridlərindən olub onun adını daşıyırmış. Şeyx Məcdiddin ləqəbi və İsa adı. Mətndə gələn Şeyx Məcdiddin və müsənnifi ibarəti bir önəmli nöqtəni göstərir. Bəzən bir kitabı bir alim yazar, amma onu öz mürşidinin birinin adına mənsub edər. Ehtimal var ki, Rumuzul Künüz kitabının əsl müəllifi başqa bir şəxs idir. Məsələn, Məcdiddin İsa bir müridi, amma kitabı yazan da öz böyük şeyxinin Məcdiddin İsa'nın əsərlərindən ya dərslərindən istifadə edib 960-cı ildə onun tədvin edib, nəzmə salıb. Tamam, hər halda getdi bir teori üstünə ki, biz bu teori ilə çox işimiz yoxdur. Kitabın əsli, yəni o şey ki biz gördük bu kitabdan, bu ikinci kitabdan ki 34 səhifəlikdir. Bu kitabda 30 dana qutbun haqqında, yaşamları haqqında danışır və deyir ki, bu kitab Rumuzul Künüz kitabının 12 fəsli var, 11-ci fəslin çıxadıb burada onu yazıbdır. Yəni bu kitab bir ayrı kitabdan ki, bundan öncə kitab olmuşmuş, hangi ildə 965-də bu kitab yazılmışmış. Bu kitabı necə yazır? 40 il sonra ya 35 il sonra, 35 il sonra 1400 bu tarixlər mənim yaşatca salır. Zilzəqi 1102 ilə 1104-də hər halda bu iki ilin arasında, yəni burada bir ehtimalən bir qatışıqlıq vardı. Bu adam bu bölümü yazıbdı, ayrı yazıbdı, bu kitab olubdu. Onu yazanın adı Şeyx Məcdiddin İsa'dır. Allah rəhmət eləsin. Bunu yazanı isə adını bilmirik. Yəni nüsxəni yazanın adını bilmirik. Hər halda beləliklə bu günləri iki dana
dərin əsərlə tanış olduq. Birincisi, Şərh-i Gülüstan. Məncə bu kitab çox dərin, özü Gülüstandan dalı qalan deyil, yəni. Bir kitabdır. Yazarı Məhmud ibn Usman ibn Əli Lami'i Çələbidir. 910 Hicridə, yəni 537 il bundan qabaq bunu türkcə yazıbdır. Sultan Bayezid Sani dövründə yazıbdır. İkinci kitab ki açdıq, bu kitab əsl adı Turuq və Məşayix İzam və Əhval-i Zişənani Uləma-i Kibar adında bir kitabdır ki, burada yazıb Turuq və Əhval-i Uləma. PDF-də burada belə yazıblar, amma adı budur, kitabın əsl adı budur. Bu özü bir ayrı kitabın, bir fəslin götürübdür. O 12 bablı bir fəsli varmış, adı kitabın Rumuzul Kunuz. O kitabın 12 fəslindən bir fəslin, yəni 11-ci fəslini götürübdür. Adı nədir o fəslin? Turuq və Məşayix İzam və Əhval-i Zişənani Uləma-i Kibar. Bunu götürüb gətirib burada özü bir müstəqil risalə eləyib. Cüz və kitab deyir bunun adına da, risalə olanda adamın nəzəri, düşüncəsidir. Risalə ilə kitabın fərqini indi burada soruşun, görək ki, nə deyir. Hər halda bunu orada gətiribdir, yazıbdır. O kitab, Rumuzul Kunuz 12 fəsli olan, o 965-də yazılmışmış zaten. Yeri də bəlli oldu, harda yazılıbdır. Hətta hakimiyyəti də bəlli oldu, harda yazıbdır. Tarixi də bəlli oldu, harda yazıb, 965-ci ildə yazıbdır. Və Ağhisarda yazılıbdır. Amma 1000-ci ildə, yəni 35 il sonra bir şəxsi ki, adı bəlli deyil, onun 11-ci fəslin türkcə yazıbdır. Əcəba o kitab kollən başdan dibə türkcəymiş, bu 11-ci fəsli götürübdür, yoxsa o ərəbcəymiş, bu türkçəyə çeviribdir. Burası mənə soru yeridir. İndi bunu soruşsaq bu adamdan, yəni bu şeydən, adam dedik, adam deyil, Cemnaydan soruşsaq ki, Rumuzul Kunuz kitabın ki, kim yazdı? Nə mənə oldu adı? İsa nə oldu bunun adı? Allah Allah, bunun adını yazın bir yerdə. Şeyx Məcdiddin İsa. Tamam. Rumuzul Kunuz kitabın ki, Şeyx Məcdiddin İsa yazıb. Bir sual soruşacağım. Onun yazılma tarihi belli midir? Bəli, bu konuda önemli bir tarihi həqiqət var ki, sizin tapdığınız nüsxə ilə tarixlərin ziddiyyətini tam həll edir. Rumuzul Kunuz ya bəzi qaynaqlarda Rumuzul Kunuz və Kəşf-i Rumuz əsərinin məşhur müəllifi sizin dediyiniz Şirvanlı Şeyx Məcdiddin İsa deyil. Onun nəslindən olan və eyni adı daşıyan Şeyx Məcdiddin İsa ibn Əli ibn Əhməd məşhur və İsa Vəlidir. Bu iki şəxsi şeyxi bir-biri ilə qarışdırmamaq üçün bu nöqtələrə diqqət yetirmək lazımdır. Yazılma tarixi və müəllifi. Müəllif bu kitabın yazıcısı Şeyx Məcdiddin İsa'dır ki, 961-ci Hicri ilində vəfat edib. Yəni sizin nüsxədə oxuduğunuz 965 Rəcəbində tamamlandı ibarəti dəqiqən onun vəfatı ilinə və əsəri bitirmə tarixinə uyğundur. Tamam, bunun əsli adı çıxdı bəs. Cəlib oldu ki, bunu da yazaq, Rumuzul Kunuz kitabın yazan mərhumun adı nədir?
Şeyx Məcdiddin İsa İbni Ali İbni Əhməd məşhur be İsa Vəli. Yazılma tarixi. Bu kitabın yazıcısı Şeyx Məcdiddin İsa'dır ki 965-də 965 Hicri qəməridə vəfat etmiş. Yəni sizin nüsxədə oxuduğunuz 960 Rəcəbində tamamlandı ibarəti dəqiqən onun vəfat ili və ilinə və əsər bitirmə tarixinə uyğundur. Şəxsiyyət. Bu Məcdiddin İsa həman 901-ci ildə vəfat edən Böyük İsa dədənin Seyyid Yəhya Bakunun müridinin nəvəsi və ya o nəslin böyük ariflərindəndir. O da Ağhisarda yaşayıb və orada vəfat edib. Pəs bu onun nəvəsi ola bilər, hər nə idi. Bu adam babasının adın daşımış görünür ya da onun müridi imiş. Tamam, bunu da burada yazdıq ittilaatımız üçün. Şəxsiyyət. Bu Məcdiddin İsa 901-ci ildə vəfat edən Böyük İsa dədənin Seyyid Yəhya Bakunun, onu oxuduq. Kitabın yazılma səbəbi. Məcdiddin İsa ikinci. Bu kitabı 965-ci ildə yazanda öz böyük babası və piri olan Məcdiddin İsa'nın əvvəlki qutbün məktublarını, zikrlərini və irfani seyirlərini bir yerə toplayıb və öz şərhlərini ona əlavə edib. Buna görə də mətnidə həm Şeyx Məcdiddin babasının adı gəlir, həm də müsənnif özü duaya iltimas edir. Nüsxənin dəyəri. Sizin əlinizdəki nüsxə bu baxımdan çox nadirdir ki, əsl əsərin təlifindən təxminən 140 il sonra köçürülüb. O dövrün məşhur Osmanlı Sultanı II. Əhməd zamanında Ədirnədə yazılması onun rəsmi və mötəbər bir nüsxə olduğuna işarə edir. Xülasə. Tamam, oxuduq. Şərhin xülasəyə ehtiyac yoxdur. Beləliklə bu günləri bu iki kitabı tanış olduq. Biraz daha araşdırma apardıq kitabın yazarı və kitabın özünün haqqında. Bu da daha yaxşı. Allaha bir daha şükür edirəm. Allah sənə şükürlər olsun ki, bu günləri bizə ömür verdin, qismət elədin. Bu iki kitabından tanış olduq türk dilində, türk tarixində. Bu da bir düşüncədir, bu da bir yaşamdır, bu da bir anlayışdır, bu da bir dünya üzərinə bir görüşdür. Bununla tanış olduq və bunu bizim dədələrimiz 400 il bundan qabaq, 500 il bundan qabaq bunları bizə çatdırmağa çalışıblar. Əgər Allah ömür verirsə, ki inşallah ömür verir, bir uzun ömür istəyirəm Allahdan, bir ayrı gün, bir ayrı kitablarla yenə də tanış olmağa çalışarıq. Hələlik, sağ qalın, hələlik.